Mədəni kodlar nəzərə alınmır. Mədəni kodlar nəzərə alınmadığı üçün və ilk dəfə mədəni kodlar neyromarketinqdə istifadə olunub və onun effekti həqiqətən də çox və çox güclü olub. Və həmin o effekt çox güclü olandan sonra real bizneslər mədəni kodların gücü ilə və eyni zamanda mədəni kodlar siyasətdə daha çox istifadə olunduğu üçün bu məlumatlar çox vaxt gizli saxlanılır. Və mədəni kodlar da çox vaxt insan psixologiyası ilə bağlı olan məsələlər olduğu üçün onlar bu mövzu hər zaman rəsmi təhsil kurikulumundan çox uzaq bir mövzu kimi də qəbul olunur. Və biz mədəni kodları nəzərə almadan insanlarla kommunikasiya girib, onlarla iş görürüksə, coaching sahəsində, psixologiya sahəsində xüsusən biz insanlara xidmət göstəririksə, biz burada həqiqətən də həmin insanlar üçün də daha çox problemlər də yaratmış oluruq. Sosial sferada, sosial layihələrdə, məsələn, xeyriyyəçilik işlərində, qeyri-hökumət təşkilatın gördüyü işlərdə ən çox onlar o mədəni kodları nəzərə almadığı üçün bir çox onların da gördüyü layihələr çox vaxtı nəticəsiz də qalmış olur. Öz şəxsi təcrübəmlə də mən bunu sizə deyə bilərəm. Daha sonra həmin o rəsmi kurikulumda bizə öyrədilmir. Fərdlər və cəmiyyətlər, təşkilatlar, şirkətlər, hökumətlər hansı konkret təkamül mərhələlərdən keçid edirlər? Bu dəyər sistemləri necə dəyişir? Nəyə görə dəyişir? Bu dəyər sistemlərin əsas xüsusiyyətləri nədən ibarətdir? Və fərdlər necə bu sistemin bir parçası olaraq buna məruz qalırlar? Çox vaxt biz buna holistik baxmağı bizə öyrədilmədiyi üçün insanlar məsələn gəlirlər, biz onlarla ünsiyyət qururuq və biz nədənsə müəyyən bir gözləntilərlə onlarla ünsiyyət quranda sonra böyük bir illüziyalar formalaşır, bizim özümüzdə emosional tükənmişlik formalaşır və məhz buna görə biz hər hansı bir ideyanı, hətta Azərbaycanda da tətbiq edəndə bizim cəmiyyətimizin mədəni kodlarını və ego inkişaf mərhələsini biz nəzərə almadan biz çox böyük bir itkilər də üzləşə bilirik. Çünki bu həqiqətən də hər şeyin fundamentidir. Mədəni kodlar və cəmiyyətin və eyni zamanda ünsiyyətdə olduğumuz fərdlərin, insanların bilmək ki, onlar hansı dəyərlərlə, hansı motivlərlə qərarlar verirlər. Epistemoloji koloniyalaşma. Epistemologiya nə deməkdir? Bu bilik haqqında olan disiplindir. Bilik necə formalaşır, bilik necə emal olunur, bilik necə bizə təqdim olunur, bilik necə analiz olunur və bilik ümumiyyətlə akademik sferada necə tərtib olunur bizə göstərilir. Və biz 21-ci əsrdə çox vaxt biz bunu ya görmürük, ya bizdə bu haqda ümumiyyətlə akademiyada da xüsusən bizə danışılmır, amma belə bir çox ciddi bir reallıq da var və mən son illərdə tez-tez konfranslarda da bunu xüsusən də hiss edirəm ki, və hətta qərb ölkələrdən olan professorlar da tez-tez bunun üzərində işləyirlər. Həqiqətən də bizdə epistemoloji koloniyalaşma baş verir. 21-ci əsrdə kim ki deyir ki, elmi metodika hər şeydən üstündür, bir reallığı unudur. Elm koloniyalaşıb. Elm müəyyən bir məqsədlər, siyasət və kapitalizm tərəfindən koloniyalaşır, texnologiyalarla bir yerdə. Həmin o tədqiqatlar hansı şəraitdə aparılır? O tədqiqatları aparan və onu mühakimə edən şəxslər kimlərdir? Onlar hansı baxışlarla, linzalarla reallığa baxırlar və bu tədqiqatlara baxırlar? Onların gözləntiləri necə bu eksperimentlərə təsir göstərir? Və eyni zamanda onlar sırf hansı spesifik fokus qrupları götürürlər ki, hansı ki bu fokus qrupları çox vaxt digər ölkələrin insanların psixoloji vəziyyəti üçün çox da o qədər də çox aktual olmur, amma bu araşdırmaların nəticələri çox vaxt ali həqiqət kimi radikal bir baxış bizdə formalaşdırır ki, biz ancaq insan psixologiyasına bu yöndə baxa bilək. Epistemoloji koloniyalaşma nə deməkdir? Yəni mən hər hansı bir biliyi, hər hansı bir nəzəriyyəni, hansı ki çox vaxt qərb tərəfindən bizə təqdim olunur, mən onu hər bir şeydən üstün tuturam. Və mənim yaratdığım Eva klubda da mən epistemoloji koloniyalaşma haqqında çox dərin orada mənim materiallarım var. Harda ki sosial layihələrdə, gənclərlə bağlı layihələrdə, siyasətdə, daha sonra xeyriyyəçilik layihələrdə, elmdə, akademiyada, sahibkarlıqda, hər bir şeydə bu özünü göstərir və bu haqda mən daha ətraflı orada məlumatlarda bölüşmüşəm. Daha sonra nələr baş verir? Bunları biz bilmədiyimiz üçün mədəni kodlar, ego inkişaf mərhələsi və bizdə müəyyən bir radikal baxış formalaşdırdıq üçün və biz digər perspektivləri test edə bilmədiyimiz üçün bizdə müəyyən bir gözlənti olur insan psixologiyasına bağlı, bu praktika işi ilə bağlı. Reallıqla üzləşirik, reallığa adaptasiya etməkdən çəkinirik, ego müdafiə mexanizmların biz qurbanına çevrilirik, bunun da fərqində olmadan. Və bizim özümüzdə çox güclü emosional tükənmişlik baş verir. Yəni ən çox emosional tükənmişlik eyni zamanda psixologiya və coaching sahəsində də özünü göstərə bilər.
Daha sonra çox aktual olub ChatGPT ilə ünsiyyət. ChatGPT çox əlçatan bir üsul olub, amma çox təhlükəli bir üsul olub. Niyə? Çünki ChatGPT ingilis dilində belə bir söz var. People pleaser. Yəni sənin danışdıqlarına hər bir şeyə hə deyən, səni reallıqla, özünlə üzləşdirməkdən çəkinən, amma sənin bütün dediklərinə, hamısına təsdiq verən bir alətə çevrilib. Və o qədər elə bir кейslər olub ki, insanlar gəlib ChatGPT ilə, hansı ki onun sui-qəsd fikirləri olub, gəlib bölüşür bunu ChatGPT ilə. ChatGPT bunu təsdiqləyir və sonunda bu kommunikasiyanın sonunda həmin insanlar öz həyatlarına son qoyublar. Yəni bu əslində həqiqətən də çox fərqli bir кейslərdən biridir ki, ondan ibarətdir ki, biz süni intellekti ümumiyyətlə hansı çərçivələri verməliyik. Və eyni zamanda süni intellekt hal-hazırda bəzi ölkələrdə əlavə polislər üçün bir alət kimi də istifadə olunur. Xüsusən ev daxili olan zorakılıq halları üçün. Müəyyən bir onlar alətlərdən istifadə edirlər. Süni intellekt hansı ki insanlar onlara müraciət edir, kim ki həmin o zorakılıq hallarla üzləşirlər. Və süni intellekt həmin o insanın danışığına əsasən onun fazalarını, şkalalarını ölçür. Nə qədər bu insanın vəziyyəti bərbaddır, nə qədər bu insanın vəziyyəti çox kritikdir. Və çox vaxt həmin o verilən şkalalar çox doğru olmur. Və hətta İspaniyada belə bir кейs də olmuşdu ki, məsələn də qadının danışığına görə, onunla ünsiyyətə əsasən, qadın artıq davamlı şəkildə deyirdi ki, mən çox təhlükəli bir situasiyadayım. Süni intellekt bunu düzgün emal etməyib və insanlar da buna nəzarət etmədiyi üçün süni intellekt bunu qəbul edib orta səviyyəli bir təhlükə kimi, risk kimi. Və polislər də və eyni zamanda digər sistemin parçası olan digər mütəxəssislər də buna deyir ki, eyb yoxdur, biz daha çox gözləyərik, orta səviyyəli bir riskdir. Yəni indidən ona müdaxilə etməyə dəyməz. Və sonra nə baş verdi? Həmin o ünsiyyətdən sonra həmin xanım həqiqətən öz həyatını itirdi. Çünki bu həqiqətən də çox ağır dərəcəli bir riskli bir situasiya idi, amma süni intellekt onu düzgün dəyərləndirə bilmədi. Və burada artıq bir çox suallar çıxır. Süni intellekt əgər nəyisə dəyərləndirə bilmirsə və onun sayəsində bir insanın həyatı itirsə, burada məsuliyyət kimin üzərindədir? Və biz niyə həddindən artıq çox süni intellektə sırf bu baxımından insanların həyatına toxuna biləcək həyatları qiymətləndirməyə biz bunu çox delegasiya edirik və bu delegasiya etmək belə nə qədər onun çərçivələri var. Bu hələ də ən çox debatda olan suallardan biridir və məhz buna görə biz trendlərdən danışırıqsa, süni intellekt haqqında danışırıqsa, burada insanın sırf öz şəxsi məsuliyyəti də öz rolunu da oynamağa davam edir. Birinci trend bu ən önəmli trendlərdən biridir, hansı ki bu bazadır. Hansı coachlar, hansı psixoloqlar, bizneslərlə fərqi yoxdur işləyirik, biz fərdi şəxslərlə işləyirik, fərqi yoxdur. Mədəni kodları bilirlərsə, sırf Azərbaycan reallığına spesifik olaraq bizim davranışlarımıza təsir edən kodları bilirsə və bunu öz işində tətbiq edə bilirsə, həmin psixoloqlar, həmin coachlar, həmin mütəxəssislər daha çox insanlara gözəl nəticələr qazandıra biləcək. Çox vaxt bu nəyə görə baş verir? Nəyə görə biz mədəni kodları öyrənməkdən çəkinirik? Çünki müəyyən bir bizdə kimsə bizi inandırıb ki, hansı ki biz müəyyən bir cəmiyyətdə yaşayırıq. Biz özümüzü nədənsə bu cəmiyyətdən həddindən artıq çox üstün görürük. Digər insanları cahil adlandırırıq və cahil adlandırdığımız üçün biz özümüz də görmürük və böyük bir illüziya ilə biz üzləşirik ki, biz eyni mədəni kodlarla idarə olunmuruq. Halbuki burada çox maraqlı bir paradoks formalaşır ki, adicə mənim özümü bu cəmiyyətin üzvlərindən daha üstün görməyim, bu özü də belə bizim ən vacib mədəni kodlarımızdan biridir. Və çox vaxt biz hər hansı bir xaricdə təhsil alanda, elmi dərəcələr alanda, müəyyən bir biliklər əldə edəndə biz düşünürük ki, biz həmin biliklərin sayəsində bizdə o üstünlük qazanılır. Amma biz bir şeyi çox və çox vaxtı dərk etməkdə unuduruq və çox da bizə buna heç kim demir. Çünki mədəni kodlar haqqında ümumiyyətlə fərqindəlik akademiyada, təhsil müəssisələrində bizə verilmir ki, bizim üçün ən vacib mədəni kodlardan biri hər zaman ondan olub ki, biz özümüzdən utanaq. Və məhz buna görə çox uzun müddət biz öz tariximizə dərin getməyi, dərin araşdırmaqdan biz çəkinmişik. Çünki biz nədənsə özümüzü bu cəmiyyətin bir hissəsi kimi görmək istəməmişik.
Və biz hər zaman bir şey unutmuşuq ki, nəyisə bu cəmiyyətdə qınayanda, çox sərt bir şəkildə qınayanda, məsələn də ən vacib məsələlərdən biri bu iqtisadi siyasi sistemdir, hansı ki biz bunu tez-tez qınayırıq, amma biz çox vacib bir elementar, fundamental bir səbəbini biz unuduruq ki, istənilən bir cəmiyyətin dəstəklədiyi iqtisadi siyasi sistem birbaşa onun mədəni kodlarının aynasıdır. Yəni siz hər hansı bir ölkənin, hər hansı bir cəmiyyətin mədəni kodlarını ən rahat, sürətli şəkildə öyrənmək istəyirsinizsə, onun dəstəklədiyi iqtisadi siyasi sistemə baxmaq kifayətdir. Və mədəni kodlar nağıllarla, bizim oxuduğumuz kitablarla, bizim dinlədiyimiz musiqilərlə, daha sonra bizim tez-tez istifadə etdiyimiz atalar sözlərlə də çox tez-tez bağlıdır. Amma bundan da daha dərin bağlılıq bizim uşaq olaraq böyüdüyümüz bir mühitdə hər gün insan münasibətləri ilə, qida ilə, daha sonra təhsillə, pulla, hər bir şeylə hansı ki bizim davranışlarımıza təsir göstərir, eşitdiyimiz sözlərlə bağlıdır. Və biz ancaq bu mədəni kodların fərqində olandan sonra və biz bunu kontent marketinqdə istifadə edəndən sonra və ancaq biz buna sistemli yanaşandan sonra və eyni zamanda bəzən biz akademik təhsil alanda psixologiya və coachinglə bağlı biz hər hansı bir universal bir prinsiplardan, qızıl söylənilən hər hansı bir akkreditasiya olunmuş təşkilatların member standartları var. Etik kodeksdir, daha sonra digər standartlar tədqiqatların aparılması üçün, praktikanın aparılması üçün, insanlarla neytral maksimum münasibəti saxlamaq üçün. Amma burada biz bir şey unuduruq ki, həmin o etik kodeksin belə formalaşması başqa ölkələrdə, başqa mədəni kodlarla olan insanların üzərində aparıldığı tədqiqatlar nəticəsində formalaşıb. Bu demək deyil ki, biz mütəxəssis olaraq etik kodeksi pozmalıyıq, xeyr. Amma biz özümüz əgər reallığa daha sistemli baxmaq, öyrənmək istəyiriksə, bizə yer edilən hər bir şeyi sorğulamağa bacarmalıyıq. Və çox vaxt kimsə bizə bunu sorğulatdırmağa vadar edəndə, çağırış edəndə bizim inandığımız hər hansı bir perspektivləri biz dərhal müdafiə moduna keçirik. Biz dərhal özümüzü dəyərsiz hiss etməyə başlayırıq. Dərhal bizim eqomuz müdafiə moduna keçməyə başlayır. Dərhal bizdə aqressiv, dərhal bizdə qəzəb bizdə formalaşır. Ki bu insan necə bu haqda danışa bilər? Bu insan necə bu haqda maarifləndirə bilər? Necə bir insan açıq şəkildə öz pozisiyasını, sözünü deyə bilər? Və məhz buna görə biz hər zaman bir şeyi də unutmamalıyıq ki, mədəni kodlar elmi dərəcələrdən, mədəni kodlar bizim səyahət etdiyimiz ölkələrdən olan təcrübələr, hansı beynəlxalq mühitdə biz çalışırıqsa, oradan əldə etdiyimiz təcrübələr və bizim qazandığımız bütün biliklərdən daha güclüdür. Çünki bu bizim mental modelimizin ən vacib fundamentlərdən biridir. Və onların biz fərqində olandan sonra onları qəbul edib onlardan hansıları bizə xidmət edir, hansıları bizə xidmət etmir. Bunlar arasında artıq biz ayrımçılığı edəndən sonra və onun üzərində artıq işləyəndən sonra biz artıq həqiqətən də görürük ki, bəzi məsələləri daha sürətli şəkildə biz həll edə bilərik. Bizim öz misalımızda nə qədər elə hallar olub ki, biz sosial layihələr etmişik regionlarda. Biz mədəni kodlarını bilmədiyimiz üçün biz nə qədər səhvlər etmişik. Heç bir bizim həmin o proyektlərdə mən açıq şəkildə danışıram, bizim nəticələrimiz olmayıb. Biz qəşəng bəlkə də hesabatlar verə bilərdik. Orada da biz eyni zamanda səhvlər haqqında deyirdik ki, nə alınmayıb, nə alınıb. Yəni biz açıq şəkildə bunu qeyd edirdik ki, nə konkret alınıb, nə alınmayıb. Və hər zaman refleksiya edəndə biz görürdük ki, sonradan mədəni kodlar haqqında biləndə biz özümüzü yekəxana təkəbbürlü apardığımız üçün, mədəni kodları anlamadığımız üçün və anlamaq istəmədiyimiz üçün, insanlarla birbaşa kommunikasiya etmək istəmədiyimiz üçün bizim sosial layihələrimizin nəticələri çox az olub. Və ancaq biz bunun üzərində işləyəndən sonra biz artıq daha sistemli baxdıq Azərbaycandakı olan reallığa. Daha sistemli baxdıq, necə ümumiyyətlə fərqli təşkilatlar, fərqli şirkətlər, necə siyasət, mədəni kodlardan istifadə edir ki, insanlara təsir göstərsin və hər zaman biz bir şeyi xatırlayırıq ki, hal-hazırda koloniyalaşma prosesi mədəni kodlar üzərində gedir. Və bizim tariximizdə də istənilən bir ölkənin tarixində də hansı ki, müəyyən bir koloniyalaşmaya uğrayıb, bilin ki, bunun ən vacib fundamental səbəbi mədəni kodların kolonizator tərəfindən bilməyi olub. Onlar müşahidə ediblər, onlar casuslar göndəriblər, onlar insanların etdiyi seçimlərin motivlərini, ən vacib fundamental motivlərini öyrəniblər və onun əsasında insanlarla sırf onların anlaya biləcəyi bir dildə kommunikasiya ediblər. Məsələn, hansı ölkələr daha tez koloniyalaşıb? Məsələn, bəşəriyyət tarixində. Harda ki, orada
Yekun bir ideologiya üzərində birləşmədən daha çox insanlar şəxsi maraqlarını ümumi ideologiyadan daha üstün hesab ediblər və bu mədəni kodları bilən kolonizatorlar, hansı ki onlar uzun müddət bunu müşahidə ediblər, danışırdılar. İnsanlar görüblər ki, onların maraqları, maddi dəyərləri daha üstündür ümumi ideologiyadan və onlar onlara rüşvət verərək öz qoşunlarını məsələn də salırdılar həmin əraziyə və həmin ölkəni koloniyalaşdırırdılar. Bu çox sürətli şəkildə baş verirdi və 21-ci əsrdə də belə hal-hazırda olan koloniyalaşma sırf mədəni kodlar üzərində daha sürətli gedir. Yumşaq güc, hansı ki bu adlandırılır, hər bir şeydə, hər bir sahədə bu özünü göstərir. Və ikinci webinarda da mən bunu danışmışdım, marketinq və satış trendlərində. Bütün beynəlxalq şirkətlər, korporasiyalar, hansı ki uzun müddət Azərbaycan bazarında mövcuddur, onlar Azərbaycana gəlməmişdən əvvəl onların ilk gördüyü iş bizim mədəni kodları öyrənmək olub. Onlar başqa bir şey öyrənməyiblər. Nə qanunvericilik, nə başqa bir şey. Onların birincisi öyrəndiyi olan bir məsələ mədəni kodlar olub. Və həmin o mədəni kodlar üzərində onlar həm bazarı onlar müşahidə edirdilər, insanların davranışlarını müşahidə edirdilər və ona əsasən onlar reklam kampaniyaları həyata keçirtməyə başlayıblar. Və bu mədəni kodlar məsələsi də sırf keçən əsrin 70-ci, 80-ci illərdən başlayıb öz aktuallığını gücləndirməyə və mədəni kodlar neyromarketinqə də sırf psixoanalitik vasitəsilə bu neyromarketinqdə istifadə olunmağa başladı. Çünki böyük şirkətlər özləri də belə anladılar ki, onlar eyni strategiya ilə hər bir cəmiyyətə gedə bilmərlər. Çünki adicə bir qida anlayışı belə bir kod olaraq hər bir cəmiyyət üçün fərqlidir. Bəzi cəmiyyətlər üçün bu yanacaq kimidir bədən üçün. Bəzi cəmiyyətlər üçün bu ritualdır. Bəzi cəmiyyətlər üçün bu statusdur. Özünü təsdiq etmək üçün bir statusdur. Bəzi cəmiyyətlər üçün bu çox fərqli mənalarla bağlıdır. Və adicə məsələn maşının istifadəsi, adicə qadın-kişi münasibətləri belə, qadın gözəlliyi, kişi gözəlliyi, məsələn də insan gözəlliyi, bunlar hər biri, hər bir cəmiyyətin öz spesifik mədəni kodlarla bağlıdır. Və çox vaxtı biz nəyə görə biz utanırıq onları öyrənməkdə? Çünki bizi utandırıblar ki, məsələn də siz niyə öyrənməlisiniz öz mədəni kodlarınızı? Çox vaxtı heç bu bizim ağlımıza da gəlmir ki, biz bu haqda öyrənə bilərik ki, öz spesifik, unikal, autentik tərəflərimizi biz müşahidə edək. Bəlkə də biz özümüz bir mütəxəssis olaraq həmin o mədəni kodları artıq aşkar edəndən sonra biz bəlkə də özümüz psixologiya və coaching sahəsinə yenilik gətirə bilərik. Nəinki mövcud olan hər hansı bir akkreditasiya olunmuş təşkilatlar tərəfindən hələ də inkişafda, proqresdə olan bir metodikaları, metodları, alətləri ali həqiqət kimi bir perspektiv kimi təqdim etmək. Burada heç bir problem yoxdur hər hansı bir metodikanı hər şeydən üstün hesab etmək, hər bir məsələn də faydalı hesab etmək, elmi metodikalar elə belə onlar elmi sübut olunmuş metodlar kimi qəbul olunmur, amma burada çox təhlükəli meta səviyyəsində özümüzün inandığı haqqında bir inanc formalaşır. Ki mən hər hansı bir özümün inandığım, qəbul etdiyim bir perspektivi çərçivəsində reallığa baxıram. Və mən ancaq reallığa bu perspektivdən baxanda, mən digər perspektivləri test etməkdən çəkinirəm və mən insanlara daha çox problemlər yarada bilirəm. Çünki hər bir insanın psixikası çox individualdır və məhz mədəni kodları anlayan mütəxəssislər, onlar problemləri dərhal görür, problemləri təsir göstərən faktorları daha sürətli şəkildə görür və eyni zamanda onlar daha sistemli şəkildə problemin həll olunmasına dəstək göstərə bilirlər. Çünki hal-hazırda ən çox bizi yoran bir vətəndaş olaraq da, bir şəxsiyyət olaraq da istənilən bir sahədə də bu özünü göstərir. Ondan ibarətdir ki, hər hansı bir bizə xidmət göstəriləndə biz burada sistemli baxış görə bilmirik çox vaxtı. Çünki formalaşmır akademiya dövründə, təhsil dövründə. Trend ikinci, menstrual sikl haqqında dərin fərqindəlik. Biz əgər qadınlarla çalışırıqsa, bu çox və çox önəmli bir mövzudur. Qadınlara xidmət ediriksə, qadınların həyatına təsir göstərmək istəyiriksə. Niyə? Çünki menstrual sikl qadınların fiziki və mental sağlamlığın əsas sütunudur.
Əgər bir qadının menstrual siklla bağlı hər hansı bir ciddi problemləri varsa, çətinliyi varsa, bu mütləq onun fiziki və mental sağlamlığına təsir göstərəcək. Və çox vaxt biz, məsələn də bir mütəxəssis olaraq bu bizə öyrədilmir. Biz necə bu sikl haqqında çox da dərin məlumatlar bizə ötürülmür. Necə biz bunu vahid bir sistemli düşüncə tərzi olaraq, necə biz bu aləti inteqrasiya edə bilərik öz praktikamızda, insanlarla olan kommunikasiyamızda, komandaların idarə olunmasında. Çünki bu siklın özünün fazaları var və hər faza üzrə qadınların emosional vəziyyəti, fiziki vəziyyəti, qidalanma tərzi, fiziki hərəkətlilik fazası, daha sonra qərar vermə xüsusiyyətləri çox dəyişkən olur. Və çox vaxt bir xanım məsələn də bizə praktikaya məsələn gələndə deyir ki, mən özümü apatiyada hiss edirəm, özümü depressiyada hiss edirəm və s. və s. Və biz soruşmayanda ki, siz hal-hazırda menstrual siklın hansı fazadasınız? Biz bu məlumatı öyrənmədən biz məsələn də müəyyən bir müalicə təyin edə bilərik və həmin o müalicə daha sonra həmin o insanda, həmin o xanımda daha çox problemlər yarada bilər. Və məhz buna görə biz insan psixologiyasını nəzərə alanda burada çox vacibdir, eyni zamanda qadınlarla xüsusən işləyiriksə, menstrual sikl haqqında o fazalar hər bir qadına necə təsir göstərir, qərar vericiliyinə, özünü ifadə etməsinə, özgüvəninə, onun emosional vəziyyətinə, insanlarla kommunikasiyasına, ekstravert və yaxud da introvert təbiətinin üzə çıxmasına. Bu çünki hormonlarla bağlı olan bir proseslər olduğu üçün və bunlar sikl vasitəsilə getdiyi üçün bunların fərqində olmaq həqiqətən də çox və çox önəmlidir. Və mən özüm bunun coachingini özüm şəxsən keçəndən sonra mən özüm anladım şəxsən ki, necə bir insan, bir qadın bu alətlə tanış olandan sonra, özünü tracking edəndən sonra bir ay boyunca mənim davranışlarım, seçimlərim nədən ibarətdir? Mən məsələn bir dəftər dururam, ayın başlanğıcından artıq sikl başlayır və siklın sonuna kimi hər gün mən özümü trackingini edirəm. Və növbəti aylarda mən baxıram, görürəm. Hər ayın 15-ci, 14-cü gündə mən eyni qərarları verirəm, eyni sözlərdən istifadə edirəm, eyni vərdişlərdən istifadə edirəm. Demək olar ki, eyni situasiyalara düşürəm. Nəyə görə? Çünki bu dəyişikliklər mənim bədənimdə baş verən dəyişikliklər. Onlar istər-istəməz mənim qərarlarıma təsir göstərir və eyni qərarlar da demək olar ki, eyni nəticələrə və davranışları gətirib çıxarır. Və nəyə görə menstrual sikl haqqında çox və çox önəmlidir bunu dərindən araşdırmaq və tətbiq etmək. Son yeniliklər Çində ilk dəfə bunu müşahidə etməyə başlayıblar. Artıq bununla bağlı çox güclü tədqiqatlar gedir. Menstrual kök hüceyrələr, hansı ki kök hüceyrələr digər hüceyrələrdən nə ilə fərqlənir? Onların ən vacib fərqi ondan ibarətdir ki, onlar özü-özünü yeniləyə bilir və onlar fərqli hüceyrələrə dönüşə bilirlər. Bu çox vaxt regenerativ tipdə istifadə olunur. Məsələn, xərçəng xəstəliyi olan şəxslərin məsələn sümük iliyinin məsələn də transplantasiyanında köçürülməsində istifadə olunur. Bir çox önəmli tipdə olan əməliyyatlarda istifadə olunur hər hansı bir toxumaların regenerasiyası üçün. Və burada ən vacib bizim diqqətimizi cəlb edən yeniliklərdən biri nə ilə bağlıdır? Menstrual qanda olan həmin o kök hüceyrələr bir çox uzun müddətli 2007-ci ildən araşdırmalar aparılıb və müşahidə olunub ki, Alzheimer xəstəliyi, sonra Parkinson, daha sonra bir çox autoimmun xəstəliklər, hansı ki, məsələn də birbaşa immunitet artıq özü-özünə hücum etməyə başlayır. Sonra skleroz olsun, insult xəstəlikləri olsun, diabet, şəkər xəstəliyi ilə bağlı. Bir çox həqiqətən insanları hal-hazırda narahat edən xəstəliklərin müalicəsində öz pozitiv tərəflərini göstərməyə başladı. Hal-hazırda müəyyən bir niş sahədə fokus qruplar gedir. İnsanların həyatına artıq müəyyən bir müsbət təsir var. Hələ ki, bununla bağlı hər hansı bir rəsmi bir terapiyalar icad olunmayıb. Hələ də bu bir çərçivə olaraq, bir metod olaraq, bir alət olaraq rəsmi olaraq bizə təqdim olunmayıb. Amma həmin o kök hüceyrələr bu haqda da mən ətraflı oxuyanda mən təbii ki, çox sevindim ki, ən azı bunun üzərində artıq işlər gedir və bu özü deməkdir ki, necə uzun müddət ərzində tabu hesab olunan bir mövzu, bunun üzərində insanlar bu perspektivdən qorxmayanda, bu perspektivi sınamağa doğru gedəndə, onlar əslində çox böyük bir güc görürlər. Və hər zaman tabu hesab olunan bir medalın arxasında elm hər zaman inkişaf etdikcə, proqres etdikcə, müəyyən bir fərziyyələr, müəyyən bir zid olan perspektivlər sınandıqca biz əslində görürük ki, hər bir tabunun arxasında insanlara fayda gətirəcək bir güc dayanır.
Və çox uzun müddət bu tipdə həqiqətən də bu menstrual sikl məsələsi çox dəhşətli, çox təhlükəli, çox iyrənc, çox məsələn çirkin bir mövzu kimi qəbul olunurdu və çox insan həqiqətən də özünü çəkindirirdi bu sahəyə də getmək. Amma artıq bilin ki, siz artıq menstrual sikl üzərində dərin araşdırıb bu aləti siz öz sahənizdə də istifadə edib, bəlkə də yeniliklər siz gətirə bilsəniz və öz gündəlik həyatınızda da və iş həyatınızda da bundan effektiv şəkildə istifadə etsəniz, bilin ki, siz tamamilə fərqli bir öz gücünüzlə də tanış olacaqsınız. Liderlər üçün burada artıq fərqli bir yanaşmalar var, fərdlər üçün artıq burada fərqli yanaşmalar var. Amma bilin ki, artıq, yəni bu kök hüceyrələr hansı ki, qadında hər ay yenilənən bir qandır. Hansı ki, çox vaxtı bu çirkin adlandırılırdı. İnsanlar bundan tabu kimi hesab edirdi. Amma burada olan kök hüceyrələrin istifadə olunması regenerativ tipdə olan təsirində müsbət təsiri olan nəticələrini artıq göstərməyə başladı. İndi daha çox maliyyə ayrılsa da, çox insanlarda maraq oyatsa, daha çox həqiqətən də bundan sui-istifadə olunmasa, biz özümüz də bəlkə də görəcəyik ki, bəlkə də növbəti illərdə Alzheimer, Parkinson, bu kimi xəstəlikləri daha sürətli şəkildə sırf menstrual qanın o gücündən, o kök hüceyrələrin istifadə olunmasından bəlkə də biz effektiv müalicəsini də tapa bilərik. Və məhz buna görə bu özü belə çox güclü bizə bir mesaj ötürür ki, çox vacibdir bəzən bizim tabu kimi yeridilən mövzulara sona kimi getmək, onları dərindən araşdırmaq, özümüzə suallar vermək və test etməkdən, eksperiment etməkdən çəkinməmək. Çünki bu araşdırmanı edən bir Çinli alim olub. O özü müşahidə edib ki, qadınlarda hər ay yenilənir proseslər. Əgər yenilənmə baş versə, demək ki, kök hüceyrələrdə də mən bir yenilənmələr olur. Bəlkə gedim mən araşdırım, bu kök hüceyrələr necə insanın bədəninə təsir göstərə bilər. Və bu özü belə çox təəccübləndirəcək bir araşdırmalardan biri oldu ki, həqiqətən də bir çox bizim həyatımızı, hal-hazırda keyfiyyətimizi aşağı salan xəstəliklərin müalicəsində bu özünü göstərə bilər. Folklorun təsirini tədqiqat etmək, hal-hazırda məsələn də çox vaxtı biz nəyi müşahidə edirik? Səs terapiyaları. Bununla bağlı bir çox seanslar keçirilir və əsasən xüsusi spesifik alətlərdən istifadə olunur. Mən özüm hər zaman özümə sual verirdim. Məsələn də, ümumiyyətlə muğam terapiyası haqqında görəsən bu terapevtik bir alət kimi nə vaxt istifadə oluna bilər? Təbii ki, hər hansı bir onun yanaşmalarından istifadə edərək, hər hansı bir güclü araşdırmalar edərək. Çünki hal-hazırda mən özüm son dəfə Qazaxstanda elmi konfransda olanda, orada artıq bunun üzərində iş gedir. Onların kamançaya yaxın bir musiqi aləti var, hansı ki adı kobuzdur və artıq kobuz terapiya üsulunu onlar üzə çıxardıblar ki, onlar artıq özlərinin bir icmalarında hər hansı bir hər hansı bir rahatlamaya ehtiyac varsa, hər hansı bir etiraflara ehtiyac varsa və yaxud da icma gücünü hiss etməkdə ehtiyac varsa, çünki min illər boyunca folklor əgər, məsələn, xüsusən burada muğamdan gedirsə söhbət, Azərbaycana sırf spesifik olandan mən danışıram. Əgər muğam hələ də min illər boyunca, məsələn, bizim coğrafiyamızda o öz təsirini göstərirsə, insanlar hələ də onu dinləyirsə, biz nə qədər koloniyalaşmaya məruz qalmışıq. Buna baxmayaraq, əgər biz tamamilə bunu itirməmişiksə, demək ki, bu insanların mental sağlamlığına və bəlkə də fiziki sağlamlığına bu necəsə təsir göstərib. Və folklor özü, məsələn də siz özünüz fərqli icma dəyərləri olan, məsələn də cəmiyyətlərə getsəniz, harda ki, məsələn də qəbilə psixologiyası da güclüdür. Məsələn, Afrika ölkələrindən siz məsələn də səyahət etsəniz və yaxud da Sakit okeanda olan adalardakı olan ölkələrə səyahət etsəniz, siz orada görəcəksiniz ki, tez-tez orada rəqslər və musiqinin gücündən istifadə olunur. Və kollektiv şəkildə onlar bu alətdən istifadə edəndə, onlar bir çox böhranlarla daha sürətli şəkildə üzləşə bilirlər. Və bu əslində çox vaxtı bizə mistik kimi gəlir, qeyri-elmi bir metod kimi gəlir. Çünki o hər hansı bir alət kimi, hər hansı bir akkreditasiya olunmuş təşkilat tərəfindən bizə bir elmi metod kimi təqdim olunmayıb. Amma buna baxmayaraq, min illər boyunca bu necəsə insanların psixologiyasına müsbət təsir göstərir. Sadəcə, burada əsas problem nədən ibarətdir? Ondan ibarətdir ki, biz hər hansı bir folklorla bağlı olan bir terapiya alətini sınaqdan keçirmək istəyiriksə,
biz onun araşdırmalarını etmək istəyiriksə, burada çox və çox önəmlidir ki, maksimum çox fərqli bir qruplarla işləyək, maksimum fərqli şəraitlərdən istifadə olunsun, maksimum biz bu prosesin özünə sistemli yanaşmağa bacaraq. Çünki orada fokus qrupun olan həmin o şəxslərin emosional vəziyyəti, fiziki vəziyyəti, musiqiyə ümumiyyətlə olan yanaşmaları, məsələn, ilk dəfə xarici bunu eşidirsə, bu muğam musiqisi ona biraz fərqli təsir göstərə bilər. Bəlkə də heç bir emosiyalar onda olmayacaq. Və ən əsası, ən vacib o neytral və obyektivliyi biz necə bu eksperimentlərə nail ola bilərik ki, hansı cihazlardan istifadə olunmalıdır və ən əsası insan psixikasında və bədəndə baş verən prosesləri daha sistemli şəkildə bunu qiymətləndirmək üçün hansı üsullardan istifadə etməliyik ki, həqiqətən də biz muğamın bizim psixologiyamıza olan təsiri haqqında müəyyən bir elmi yeniliklər edə bilək. Çünki mən əsasən Azərbaycan reallığında nəyi görürəm, nəyi müşahidə edirəm və hal-hazırda mən özüm fərqli bir sahədə mən bir yenilik gətirmək üçün müəyyən bir nəzəriyyə çərçivəsi üzərində çalışıram və bunu müstəqil tədqiqatını aparıram. Mən nəyi müşahidə edirəm? Biz bu sahədə olarkən psixologiya və coaching sahəsində biz nədənsə hazır olmuş metodları qəbul edirik. Hər bir metodun hansı göz yeri var bu reallıqda. Amma nədənsə həmin o metodları biraz tənqidi yanaşmaq, onları sorğulamaq və ən əsası bizim mədəni kodlarımıza vacib olan və eyni zamanda min illər boyunca bizə xidmət edən bəzi üsulları kənardan baxmaq, müşahidə etmək, tədqiqatını aparmaq çox vaxtı bu bizim prioritetlərimizdən kənar olur. Və bu da bir növbəti bir trend olacaq. Kim ki bunu istifadə edə biləcək, kim ki bunu müşahidə edəcək, kim ki bunu tətbiq edəcəksə, onlar həqiqətən də çox böyük bir həm yeniliklər gətirəcəklər, həm də bunu çox gözəl bir şəkildə kommersiyada dönə biləcəklər. Necə ki o səs terapiyaları keçirilir, İndi hər kəsin yanaşması fərqlidir. Bəzilərini təsir göstərə bilər, bəzilərini təsir göstərməyə bilər. Amma o səs terapiyalarda özləri də belə bir insanın bir cəsarətli bir qərarı ilə başlayıb ki, mən bunu tədqiq edim və mən bunu bir alət olaraq dünyaya təqdim edim. Və mənim hər hansı bir, çünki bəzi terapiyalar var ki, onlar heç bir akreditasiyadan keçmir, amma həmin o insanlar özləri də çox rahat şəkildə ondan istifadə edirlər ki, insanlara təsir göstərsinlər. Bunun təbii ki, etik tərəfləri də var, qeyri-etik tərəfləri də var. Təbii ki, bunun müsbət tərəfləri də var, neqativ tərəfləri də var. Amma ən azı bir insan bir imkan görür özünü sorğulamağa, metodları sorğulamağa və özünə bir daxildən bir səs gəlir ki, bəlkə mən bunu sınayım, bəlkə bunun eksperimentini aparım. Və insan bəlkə də artıq özündə müşahidə edəndə ki, bu metodu mən özüm istifadə edəndə mənim həyatıma necə təsir göstərib və mən özüm buna artıq daha dərin inandan sonra, artıq daha rahat şəkildə mən bunu tətbiq edə bilərəm, müstəqil tədqiqatlar apara bilərəm. Bu artıq növbəti illərin ən vacib trendi olacaq. Hal-hazırda muğamla bağlı bizim sistemli, çox güclü bir tədqiqatlarımız yoxdur. Və əgər sizə bu mövzu maraqlıdırsa, siz bunu özünüz üçün çox vacib bir tədqiqat sahəsi kimi də istifadə edə bilərsiniz. Çünki mən özüm də fikir vermişəm uşaq vaxtından. Məsələn də nəyə görə daha yaşlı nəsil, məsələn, muğamı tez-tez dinləyir? Məsələn, mən özüm də özümdə müşahidə edirəm ki, təbii ki, mən öz təcrübələrimə əsasən deyirəm. Bu o demək deyil ki, mənim dediklərim bütün Azərbaycandakı onlar reallığı məsələn də əks etdirir. Amma öz müşahidələrimə əsasən mən bunu qeyd edirəm ki, nəyə görə sırf bu qrupda olan şəxslər bu musiqini dinləyir? Nəyə görə bu musiqini dinləyir? Bu musiqi onlara necə təsir göstərir? Mən özüm başladım nənəmdən soruşmağa. Sən özün muğamı dinləyəndə özündə nə hiss edirsən? Hər hansı bir dəyişikliklər olurmu səndə? Və yaxud da özümdə mən müşahidə edirəm ki, məsələn, mən daha gənc, yeniyetmə yaşlarında olanda mənim muğam maraqlı deyildi. Amma son aylarda, illərdə mənə daha çox maraq oyatdı. Və bu özüm üçün də özümlə bağlı çox maraqlı bir müşahidə oldu. Nəyə görə? Mən ya fərqli təcrübələrdən keçəndən sonra, ya fərqli bir yaş kateqoriyasına keçəndən sonra məndə bu musiqi janrına çox fərqli bir yanaşma formalaşır. Və bu özü belə çox və çox maraqlı bir sahədir ki, hansı ki siz burada müəyyən bir artıq tədqiqatlar aparsanız, öz işinizdə tətbiq etsəniz və müşahidələr etsəniz, çox fərqli bir nəticələr və yeniliklər də özünüzdə gətirə biləcəksiniz bu sahəyə. Və növbəti ən vacib trendlərdən biri bu təkamül psixologiyasıdır. Təkamül psixologiyası nədir? Ki biz ümumiyyətlə bir fərd olaraq və cəmiyyət olaraq, şirkət olaraq, layihə olaraq, təşkilat olaraq, hökumət olaraq biz hər birimiz müəyyən bir təkamül mərhələlərdən keçirik. Bəzi nəzəriyyələr var, hansı ki bunu yaş kateqoriyalara bölür. Bəzi nəzəriyyələr var ki, bu sırf ego inkişaf üzərində gedir. Ego inkişaf hansı mərhələlərdən keçir? Hansı dəyər sistemləri, necə bir dəyər sistemlərinə transformasiya olunur? Nəyə görə mən filan
dəyər sistemində olan şəxslərlə mən bu cür danışanda mən çox əks reaksiya eşidirəm. Amma nəyə görə mən bu dəyər sistemi olan şəxslərlə bu cür danışanda mən tamamilə çox rahat şəkildə qəbul olunuram. Necə olur ki, iki çox fərqli ego inkişaf mərhələsində olan şəxslər bir-biri ilə danışa bilmir, bir-birini anlamaqda çətinlik çəkir. Nəyə görə biri bir-birindən özünü daha üstün hesab edir, o biri isə davamlı şəkildə qurban pozisiyada olmağı seçir. Nəyə görə bəziləri bir insanın dediyi bir məsələni, bu hər bir şey ola bilər. Bu hər hansı bir ağsaqqal ola bilər, bu dini lider ola bilər, bu professor ola bilər, bu valideyn ola bilər, bu bir boss ola bilər. Nəyə görə onun dediyi bir sözü ali həqiqət kimi qəbul edir, amma başqa bir insanlar bir insanın dediyi bir sözü hər zaman davamlı şəkildə sorğuluyur. Necə olur ki, bəzi insanlar hər hansı bir məsələyə çox sistemli baxmağı öyrənə biliblər, buna hazır olublar, amma bir çox insanlar bütün dünyada bunu bacara bilmirlər. Bunun hər birinin artıq konkret bir araşdırmaları var və biz özümüz sahibkar olaraq, komanda olaraq biz son 3 ildə təkamül psixologiyasını hər gün istifadə edirik. Komanda yoldaşlarımızın seçilməsində, müştərilərlə kommunikasiyada, sistemlərin qurulmasında. Mən özüm təlimlər keçirəm şirkətlərə. Orada təkamül psixologiyası, liderlik psixologiyasında insanlar, necə fərqli dəyər sistemində olan insanları biz necə daha sağlam şəkildə, faydalı şəkildə motivasiya edə bilərik. Biz onlara sırf özəl necə kommunikasiyanı qura bilərik. Nəyə görə mən filan əməkdaşla işləyəndə mən daha çox yoruluram, mənim enerjim daha çox gedir. Amma bu dəyər sistemində olan şəxslə mən çalışanda mən daha az yoruluram. Halbuki onların bəlkə də elmi dərəcələri eynidir. Onların backgroundu eynidir. Amma sırf bu dəyər sistemi mədəni kodlarla bir yerdə. Hər zaman mən yenə də bunu sizinlə bölüşmək istəyirəm ki, bu hər zaman elmi dərəcələrdən, diplomlardan hər zaman daha güclü olacaq. Çünki elmi dərəcələr və diplomlar sadəcə bizə biliklər verir. Bilik də, məsələn də biz onu necə tətbiq edə bilərik? Biliklər verir ki, texniki bacarıqlar verir ki, biz onu öz həyatımızda tətbiq edək, onun qarşılığında müəyyən bir dəyər yaradaq və s. və s. Amma çox az təhsil müəssisələri var ki, hansı ki sizə reallığı sistemli yanaşmanı, kompleksli yanaşmanı öyrədir. Çünki çox vaxtı bu sistemin özü belə akademiyanın bu sistemi. Onun ən vacib bir çox zamanlarda, bir çox cəmiyyətlərdə olan məqsədlərindən biri rahat idarə olunan şəxslər yetişdirməkdir. Rahat idarə olunan şəxslər də yetişdirmək üçün sistemli yanaşma baryer olunmalıdır. Çünki insan maksimum bir-birinə zidd olan perspektivləri eyni reallığın vacib bir hissəsi kimi görəndə ona artıq trigger eləmir heç nə. O heç kimə nəsə sübut eləmək istəmir, o özünü müdafiə etmək istəmir və bunu ancaq insan nə vaxt başlayır anlamağa və buna gəlməyə. Bu təkamül psixologiyası haqqında araşdırmaları edəndə. Və təkamül psixologiyası bizə nəyi öyrədir? Bizə onu öyrədir ki, necə fərqli insanlar, onlar necə böhranlar keçərək növbəti təkamül mərhələsinə keçid edirlər. Məsələn, mən özümdə hiss edə bilərəm eksistensial bir böhran. Mən bir psixoloq, bir coach olaraq mənim yanıma gələn bir eksistensial böhrana görə mən təkamül psixologiyasını bilirəmsə, əgər bu alətdən mən daha dərindən tanışamsa, mən artıq daha sürətli şəkildə ona bir xəritə yolu özü üçün cızmağa mən ona dəstək ola bilərəm. Heç bir məsləhət vermədən, heç bir istiqamət vermədən, amma ən azı onun dediyi sözlərə görə eksistensial böhranla bağlı. Çünki çox vaxtı nəyə görə bu bizi narahat edir? Çünki biz düşünürük ki, bu dünyanın sonudur. Amma təkamül psixologiyası, onun alətləri bizə çox önəmli bir sistemli yanaşma gətirir ki, hər bir böhran təkamül üçün bir imkandır və hər bir böhranın öz spesifik məqamları var. Hər bir böhranda eqonun bəzi tərəfləri sınmağa başlayır. Sınmağa başlayırsa onun çərçivələri genişlənir və çərçivələri də genişləndikcə biz növbəti təkamül mərhələsinə keçdik. Yeni dəyər sistemi ilə. Bəs o dəyər sistemi nə ilə bağlıdır? Biz bunu bilmədiyimiz üçün biz özümüzü çox narahat hiss edirik. Və biz təkamül psixologiyasını bilmiriksə, biz daha çox problem yaşadacağıq insanlara. Onlara daha zamanı daha çox alacaq, enerjisini daha çox alacaq, resurslarını daha çox alacaq və özümüz də bilməyəcəyik ki, bu insanın əsas dərdi nədir? Amma təkamül psixologiyasını mən nəyə görə sevirəm? Bir alət və yanaşma olaraq. Çünki o heç bir metodu, heç bir aləti nə ali həqiqət kimi qəbul edir 100% doğru olaraq, nə də 100% kimisin prav çıxartmır. O sadəcə göstərir ki, hər bir yanaşmanın öz auditoriyası var. Nəyə görə hər bir yanaşmanın, hər bir mütəxəssisin öz auditoriyası var? Çünki onların dəyər sistemləri, ego inkişaf mərhələləri üst-üstə düşür.
Marketoloqlar, satış menecerləri təkamül psixologiyasını bilirlərsə, öz auditoriyasına uyğun olaraq kommunikasiya strategiyaları qururlar. Sahibkarlar təkamül psixologiyasını bilirlərsə, onlar öz komandalarını daha rahat şəkildə idarə edirlər. Heç bir gözlənti olmadan. Çünki ən çox emosional tükənmişlik və gəlirlərin azalması nə vaxt baş verir? Təşkilat səviyyəsində, şirkət səviyyəsində. O vaxt ki, bizim gözləntilərimiz reallıqla üst-üstə düşmür. Biz bilmirik ki, biz kimlə çalışırıq. Biz ona ekstra gözlənti qoyuruq. Onun davranışlarına ekstra bir şey gözləyirik. Halbuki biz artıq biləndə ki, bu insanın dəyər sistemi nədir və əsas motivləri nədir, biz artıq ona uyğun olaraq davranacağıq və biz bir qərar veririk. Ümumiyyətlə, bu dəyər sistemdə mənə əməkdaş lazımdırmı? Yoxsa yox. Əgər lazımdırsa, mən necə bir idarəçilik sistemindən istifadə edim ki, o bizim ziyan etməsin, o bizim enerjimizi, resurslarımızı azaltmasın. Və təkamül psixologiyası hal-hazırda biz öz komandamızda da biz bunu tətbiq edirik və eyni zamanda bütün dünyada da bu bir alət olaraq da istifadə olunur. Yəni siz bir mütəxəssis olaraq, bir fərdi şəxs olaraq, sahibkar olaraq, ekspert olaraq siz insan psixologiyasının qanunlarının fundamentini öyrənmək istəyirsinizsə, sizə iki alət lazımdır əsas. Daha sistemli baxmaq üçün. Bu mədəni kodlar və sizin xidmət etdiyiniz cəmiyyətin ego inkişaf mərhələsi arasında əlaqələri görməkdir. Siz bunu bacarırsanızsa, sizin üçün artıq heç bir şey güclü tetikləyən bir alətə çevrilmir. Siz artıq bilirsiniz, sizin üçün çox rahat olur. Mən nəyi necə planlamalıyım insan kommunikasiyasında. Çünki həddindən artıq çox bəzən bizim gözləntilərimiz olur. O gözləntilər qarşılamayanda biz özümüz narahat oluruq. Bu bizim öz psixikamıza təsir göstərir. Və biz özümüz də həm də təkamül psixologiyasını istifadə edirik, özümüz onu praktiki dəyərini görürük, hər gündə nəticələrini görürük və həqiqətən də bizim həyatımıza çox və çox gözəl də təsir göstərir. Və mən öz praktikamda da təkamül psixologiyasının alətlərini istifadə edəndən sonra həqiqətən də çox fərqli bir mərhələyə qalxdı. Çox fərqli bir mərhələdə mən artıq başladım insanlarla işləməyə. O aləti bilməmişdən əvvəl mən özüm çox tez-tez qərarsızlıqlarla üzləşirdim. Çünki o qədər oxuduğumuz ədəbiyyatlarda çox fərqli metodlar haqqında deyilir, amma o metodlar bir-biri ilə necə bağlıdır? Biz insan psixikasına necə holistik baxa bilərik? Bu haqda çox vaxtı bizə deyilmir. Çox vaxtı bu düşüncə tərzi bizə öyrədilmir. Və biz özümüz yavaş-yavaş buna gəlirik. Qeyri-formal təhsillə və yaxud da qazandığımız böhran və yaxud da təcrübələrlə. Epistemologiya haqqında fərqindəlik bayaq da qeyd etdiyim kimi. Ümumiyyətlə, elm necə koloniyalaşır? Psixologiya elmi daxil olaraq. Nəyə görə bəzi yanaşmalar daha üstün hesab olunur? Nəyə görə bəzi müəlliflər daha çox üstün gedir? Nəyə görə onlar daha çox sitatlanmış olur? Onlara daha çox, məsələn də, onların adları bir çox məqalələrin referens bölməsində, mənbə bölməsində qeyd olunur. Nəyə görə bunlar baş verir? Sistemli şəkildə buna baxmaq bacarığı artıq sizin özünüzdə də belə bir düşüncə tərzi formalaşdıracaq ki, mən elmi ədəbiyyatda nəyi oxuyuramsa, mən onu sorğuluyum, ona tənqidi yanaşım. Çox fərqli perspektivlərdən ona baxım. Onun zəif nöqtələrini görüm. Onu 100% ali həqiqət kimi görməm. Bəli, onun da müsbət tərəfləri var. Amma biz nə isə istənilən bir şey 100% ali həqiqət kimi qəbul edib digər yanaşmaları 100% neprav çıxardanda bu bizim üçün çox təhlükəli olur. Biz fanatika çevrilirik. Psixologiya sayəsində, coaching sayəsində olan fanatiklər isə onlar çox böyük bir ziyan törədə bilərlər ətrafına. Çünki psixologiya özü belə, insan psixologiyası çox kompleksli proseslərdən ibarətdir. Burada fəlsəfə, burada tarixdə baş verən proseslər, mədəni kodlar, ego inkişaf mərhələləri, qidalanma, hormonal sağlamlıq, bədəndə baş verən digər məsələlər, ailə sistemi, cəmiyyətin öz sistemi, hər bir şey təsəvvür edin ki, insan psixikasına necə təsir göstərir. Amma biz buna kompleksli baxa bilməyəndə, məsələn, adicə mən özüm bir psixoloq olaraq, bir coach olaraq özüm necə qidalanıram? O qədər məndə o sistemli yanaşma güclü inkişaf eləməlidir ki, mənim şəxsi qidalanmam, şəxsi həyat tərzim mənim praktikama necə təsir göstərir? Bunu mən düşünə bilim. Və bu epistemologiya təkcə fəlsəfə ilə bağlı deyil. Bilik necə formalaşır, necə koloniyalaşır. Bu təkcə qeyri-materialist yanaşma deyil. Bu eyni zamanda bizim hər gün gündəlik vərdişlərimizə, qərarlarımıza təsir göstərən bir məsələdir. Çünki əgər biz, adicə mən sizə bunu qeyd edim,
ki, bizdə əgər belə bir fikir formalaşıbsa ki, Avropada istehsal olunan hər şey Azərbaycanın hər zaman daha yüksək keyfiyyətdədir, bu epistemetik koloniyalaşmadır. Çünki bu reallığı 100% əks etdirmir. Sadəcə bu fikri bizə yeridiblər. Bunun marketinqi güclü olub. Bəzi təcrübələr bunu əks etdirə bilər, bəzi təcrübələr buna tam zidd ola bilər. Amma biz bunun fərqində deyiliksə və biz epistemologiyanı ancaq fəlsəfə kimi baxırıqsa, amma necə o bizim qərarlarımıza, bizim seçimlərimizə təsir göstərdiyini, bu sistemini biz anlamırıqsa, bu həqiqətən də çox uzun müddət bizi bir çox qərarlarda da idarə etməyə bizə davam edəcək. Və məhz bu epistemolog koloniyalaşmanın özünün verdiyi bu mesaj, bu sadəcə misallardan biridir. Mesajlardan biri ondan ibarətdir ki, mən bir müştəri olaraq yerli brendlərin gözəl olan məhsullarını görmürəm. Çünki məndə artıq o radikal bir baxış formalaşıb. Və məhz buna görə bizim üçün çox önəmlidir metakognitiv yanaşmaq. Mən özüm hansı perspektivdən baxıram reallığa? Psixologiya ümumiyyətlə hansı perspektivdən baxa bilirəm? Və o perspektivləri mən özüm təhlükəli hesab edirəmmi? Və əgər məndə hər hansı bir inancları daha doğru hesab edirəm, hər hansı bir yanaşmaları 100% səhv hesab edirəm, mən özüm bunu necə test edə bilərəm? Ümumiyyətlə test etməyə hazırammı? Bu özü belə çox önəmli məsələlərdən biridir. Çünki epistemologiya həqiqətən də bu mental modellərimizə təsir göstərən ən vacib modellərdən biridir. Və sahibkarlıq və eyni zamanda bizim öz təcrübələrimiz bizə hər zaman yenidən biz özümüz bu psixologiyanın qanunları olsun, daha sonra müşahidələr olsun. Biz özümüz bir tədqiqatçıyıq. Yəni sahibkar olaraq bu qədər biz insanlarla, minlərlə insanlarla işləyirik. Hər gün onların davranışlarını analiz edirik, özümüz üçün müşahidə edirik. Sanki biz heç məsələn təcrübə yaşamamışıq, heç bir mühakimə olmadan biz sadəcə müşahidə edirik. Nəyə görə insanlar məsələn belə bir davranışlar edirlər və bəzən özümüz də biz direkt olaraq bu sualları veririk. Və çox vaxt biz özümüz də özümüzdə müşahidə edirik ki, bu sualların cavabları çox vaxt reallığa uyğun deyil. Və sahibkarlıq bizə nəyi öyrədir? Və mənim psixologiya olan şəxsi praktikamda da bu özünü necə göstərib? Və bu insanları mühakimə etmək, iprav çıxartmaq üçün deyilən bir yanaşma deyil. Çox vaxt insanlar özləri haqqında dediyi belə sözlər çox vaxt reallığa uyğun deyil. Onlar real istəklərini çox vaxt maskalanmış şəkildə bizə ifadə edirlər. Və məhz bunun sayəsində neyromarketinq başladı işə düşməyə mədəni kodlarla. Çünki biz özümüzdə də nəyə görə mədəni kodları biz başladıq araşdırmağa. Potensial müştəri izləyici mənə bir söz deyir. Deyir ki, mən mütləq sizdən bunu alacağam, amma almır. Verdiyi söz, bizə qarşı verdiyi söz hərəkətlə üst-üstə düşmür. Bizim bir seçimimiz ola bilərdi. Bütün insanların iprav çıxartmaq, özümüzü üstün hesab etmək ki, biz onlardan daha məsuliyyətliyik. Biz bundan istifadə edə bilərdik, amma bunun heç bir nəticəsi ola bilməzdi. Biz ikinci yolu seçdik. Gedək araşdıraq, nəyə görə bir insan bizə söz verir, amma etmir. Və biz gəldik mədəni kodlara. Neyromarketinqdə mədəni kodlar onu göstərir ki, biz bəzən fokus qruplarda, sorğularda bir söz deyirik, amma reallıqda tamamilə bəzən bir zidd bir şey edə bilərik. Və sırf o mədəni kodları da bilmək bizim üçün çox və çox önəmlidir ki, biz özümüz illüziyalara düşməyik. Çünki insan psixikasının ən vacib fenomenlərindən biri öz-özünü aldatmağa meyilli olmasıdır. Çünki bizi öyrəşdiriblər özümüzü aldatmağa, mədəni kodları öyrəşdirib. Və biz bunun fərqində deyiliksə, epistemologiyanın bu xüsusiyyətlərindən biz özümüz bir çox illüziyalara düşüb, bir çox fəsadlar yarada bilərik özümüz üçün və ətrafımız üçün də. Bu trendləri biz əgər fərqindəyiksə, biz bunlara hər birini araşdırırıqsa, psixologiya sahəsinə maksimum holistik yanaşırıqsa, bayaq qeyd etdiyim sahələr hansı ki, bunlar çox kompleksli proseslərin bir yerdə birləşməsidir. Və ancaq bir radikal baxışla biz insan psixologiyasına baxmırıqsa, siz əgər sistemli düşünə bilirsinizsə, psixologiya və coachinga və bu sahələrə, şəxsi inkişaf sahəsinə maksimum holistik yanaşırsınızsa, siz həm daha çox pul qazanacaqsınız, çünki siz daha sürətli şəkildə insanların problemlərini həll edə biləcəksiniz. Çünki sistemli həll hər zaman daha sürətli nəticə gətirir. Çünki bəzən nəyə görə problemin həlli uzanır? Çünki çox vaxt biz ona ancaq bir perspektivdən baxırıq, bir yöndən baxırıq, ancaq problemin bir hissəsini fokuslandırıq.
Amma siz o nəticəni siz qazandıra bilirsinizsə, müştərilərinizə, komandanıza fərqi yoxdur. Həyatınızdakı olan başqa insanlara hansı ki siz xidmət göstərirsiniz. Siz hər zaman daha öndə olacaqsınız. Sizə hər zaman bir mütəxəssis olaraq daha çox ə, müsbət bir güvən hissi olacaq. Çünki siz heç kimi qınamırsınız və bu qınaq hissi də belə çox vaxtı bu etik kodeksdə bəli yazılır. Heç kimi qınamamaq və s. və s. Amma insan özündə olan o mədəni kodların fərqində olmadan, baxmayaraq ki, şuurlu şəkildə çalışır ki, heç kimi qınamasın. Amma yenə də o mədəni kodlar bəzi məsələlərdə, yəni hətta güclü elmi dərəcələri alan şəxslər də belə çox güclü mühakiməçilər də çevirə bilir. Və onlar bunun çox vaxtı fərqində olmurlar. Və çox vaxt düşünürlər ki, bu həddindən artıq çox radikal baxış və mühakimə reallıqda ən doğru bir yanaşmadır. Halbuki fanatizm özü belə və doqmatizm o sahə ilə bağlı deyil, o düşüncə tərzinin strukturudur. Və doqmalarda maksimum azad sistemli yanaşma bu 2026-cı ildən güclənəcək bir yanaşmadır. Çünki insanlar beziblər. İnsanlar beziblər ki, onlar pul verirlər, onlar zaman ayrılır, amma heç bir nəticə yoxdur. İnsanlar beziblər hər gün mediada bir-birini qıran ekspertləri və yanaşmaları görməkdən. Biri deyir ki, filan metod hər şeydən üstündür, biri deyir ki, filan metod saxtadır, biri deyir ki, filan metoddan qaçmaq lazımdır. İnsanlar beziblər. Və burada da çox vacib bir məsələ formalaşır ki, nəyə görə onlar hər gün bu konfliktlərlə üzləşməlidir bir izləyici olaraq? Mən özüm bu sualı özümə verirdim psixologiya başlamamışdan əvvəl ki, mən nəyə görə o psixologiya ilə bağlı kontent oxuyuram? Nəyə görə ekspertlər, hansı ki, psixologiya sahəsində fəaliyyət göstərirlər, bir-birinin yanaşmalarını qəbul etməkdə çətinlik çəkirlər. Və ilk dəfə məndə bu sual formalaşdı ki, görəsən bu həmin o metodların özəlliyi ilə bağlıdır, yoxsa bu düşüncə tərzi ilə bağlıdır? Və sonra daha bu proseslərin dərindən öyrəndən sonra və təkamül psixologiyasının aləti ilə tanış olandan sonra artıq daha güclü bir fərqindəlik formalaşdı. Təbii ki, bizim hər birimizin gedəcəyimiz yol hələ uzundur və nə yaxşı ki, bu yol uzundur inkişafımız üçün, təkamülümüz üçün. Və hər gün belə bir şans var öz üzərimizdə işləmək üçün, öz inanclarımız, düşüncə tərzimiz üzərində. Amma bayaq da qeyd etdiyim kimi son olaraq, yəni sistemli yanaşma hər şeydən önəmlidir. Özünüzün keçdiyiniz təcrübələr, testlər, eksperimentlər kitabda oxuduqlarımızdan daha güclü təsir göstərir. Çünki bəzən elmi ədəbiyyatda formalaşan belə hər hansı bir ideyalar, hər hansı bir nəticələr, onlar tam reallığı da əks etdirməyə də bilər. Və bu məqsədlə sistemli düşüncə tərzini gücləndirmək məqsədi ilə bu klubu yaratdım. Bu klubda siz çox fərqli mövzularla, kompleksli hansı ki, insan psixikasına təsir göstərir, siz bunlarla üzləşəcəksiniz. Siz podkastlar dinləyəcəksiniz, ədəbiyyatlar yükləyə biləcəksiniz, onlayn təlimlərdə iştirak edə biləcəksiniz. Və bizim 2026-cı ildə bizim çox fərqli mövzularımız olacaq. Bir dəqiqə. Hansı ki, maliyyə savadlığından tutmuş digər insan sağlamlığı, psixikası ilə bağlı baş verən prosesləri kompleksli baxmağa bizə kömək edən mövzulardır. Hansı ki, burada həm sonradan canlı görüşlər də olacaq, amma bu klubun özəlliyi nədir? Siz istənilən bir şəhərdən, ölkədən siz qoşula bilərsiniz və heç bir məzmun sizin üçün itirilmir. Çünki bir çox kontent qapalı Telegram qrupunda olur. Nəyə görə mən onlayn edirəm bu klubu daha çox 99% hallarda, amma mənim təkliflər gəlir ki, canlı görüşlərdə edim. Mən nəyə görə onlayını daha çox üstün tuturam? Çünki siz onlayn təhsil alırsınızsa, siz təhsilə fokuslanırsınız. Sizin üçün ən vacib bir şey emosiya əldə etmək deyil. Emosiya önəmlidir. Gözəl abu-havada, atmosferdə olmaq önəmlidir. Amma real təkamül, real inkişaf emosiyalardan bağlı olmur. Mən özüm çox fərqli metodları sınamışam öz həyatımda. Həm fərqli qeyri-formal təhsil metodları olub ki, canlı, həqiqətən də gözəl oyunlarla, gözəl təcrübələrlə bağlı, həm də onlayn fokuslanaraq öyrəndiyim məlumatlar. Hansı ki, mənim perspektivimi daha çox genişləndirib. Və mən sizə bir şeyi söyləmək istəyirəm ki, onlayn məni daha sürətli şəkildə növbəti təkamül mərhələlərə keçiddə kömək oldu. Canlı görüşlərin, təlimlərin öz yeri olub. Amma onlar məni sürətli inkişaf etdirməyib. Onlar sadəcə məndə o illüziyanı formalaşdırıb ki, mən sürətli inkişaf edirəm. Nəyə görə? Çünki canlı təlimlərdə hər birimizin müəyyən bir ego müdafiə mexanizmlarımız var.
Və bir çox vaxtlarda canlı layihələrdə, təlimlərdə olan bəzi önəmli detalları biz fokusumuzdan qaçırdırıq. Və sonra biz yenidən o kontentə geri dönüş edə bilmirik. Çünki canlı keçib və onun yazısı olmayıb. Və geri dönüb öz şəxsi keçdiyimiz təkamül yolla bağlı refleksiya edə bilmirik. Onlayn təhsilin əgər keyfiyyətlidirsə təhsil və həqiqətən də bizim perspektivimizin daha holistik olmasına xidmət edirsə, ən gözəl özəlliyi ondan ibarətdir ki, siz yenidən keçmişdə baxdığınız materiala baxırsınız, təlimlərə baxırsınız, resurslara baxırsınız və siz hər dəfə yeni məlumatlar öyrənirsiniz. Mən indiyənə kimi 2 il əvvəl, 3 il əvvəl keçdiyim təlimlərə yenidən mən bunlardan keçirəm və hər dəfə yeni şeylər öyrənirəm. Niyə? Çünki bu daxildə baş verən ego müdafiə mexanizmların genişlənməsi ilə bağlıdır. Ki sizin egonuz hal-hazırda keçmişdə görə bilmədiyiniz, skip etdiyiniz, fokusdan qaçırdığınız məqamları indiki sizin təkamül mərhələniz sizə icazə verir ki, siz o məqamları görəsiniz. Və məhz buna görə burada prioritet klubda sizin sürətli inkişafınızı, hansı ki bu təbii ki bir İsveç masası kimidir, sizə alətlər verilir. O artıq insanın öz məsuliyyətidir. Onu tətbiq etmək, onu istifadə etmək və ondan yararlanmaq. Və hər kəsdə bu çox fərqlidir və bu çox normaldır. Amma biz nəyə görə canlı təhsilə, daha çox canlı görüşlərə biz getmək istəyirik? Təbii ki bu normaldır. Canlı ünsiyyət əladır. Xoş enerji alırıq, xoş emosiyaları alırıq. Mən maraqlı bir məqam sizinlə bölüşmək istəyirəm. Mənə çox maraqlı idi bununla bağlı müşahidə etmək. Çox vaxt biz özümüz evimizdən çıxmaq üçün əlavə bir bəhanə axtarırıq. Çünki adicə gedib gəzmək, tək başına hardasa olmaq, bu bizim üçün mümkünsüz görünür. Fərqli səbəblərə görə. Bəlkə kimdənsə icazə almağa ehtiyac var. Bəlkə də mən özümdən sıxılıram. Bəlkə də mən elə bir mühitdə olmaq istəyirəm ki, mən özümü daha dəyərli hiss edim. Mənə emosiya lazımdır kənardan. Məhz buna görə mən həddindən artıq çox emosiyalara, infrastruktura və statuslara mən investisiya edirəm. Status oyunlarına. Amma siz soruşsanız ki, bir çox vaxtlarda o görüşlərdə, o canlı görüşlərdə ən güclü mesaj nə olub sizin üçün və siz nəyi tətbiq edəcəksiniz? 90% hallarda cavablar olmur. Cavablar sadəcə olub ki, mən gözəl insanlar tanıdım, gözəl mühitdə oldum və salam. Və məhz buna görə burada artıq fərqli bir yanaşma var klubda. Ki o yanaşma ondan ibarətdir ki, bəli, sosiallaşma olacaq, təbii ki. Amma burada əsas məsələ ondan ibarətdir ki, maksimum biz düşüncə tərzimizi və ego inkişaf mərhələmizi bunlardan azad edək. Önəmlidir, bayaq da qeyd etdiyim kimi, sosiallaşma önəmlidir, emosiyalar önəmlidir. Amma bizim həyatımızın əgər təhsildən biz danışırıqsa, həddindən artıq çox biz emosiyalar almağa biz fokuslanırıqsa, biz onda böyük bir məqsədlərə çatmaqda çox böyük bir çətinliklər çəkəcəyik. Çünki biz ancaq eyfariyada olmaq istəyirik, wow effekt almaq istəyirik. Biz təhsilə fokuslanmaq istəmirik. O məzmunu tətbiq etmək istəmirik. Bizim üçün önəmlidir ki, mən hər hansı bir keyfiyyətli təhsil almaq istəyirəmsə, orada mütləq və mütləq mən özümü çox fərqli bir atmosferdə hiss edim və mən o atmosferə görə daha çox pul xərcləməyə hazıram, nəinki təhsilin özünə. Və məhz buna görə mən bunu onlayn yaratdım, çünki mənim həyatımda ən sürətli inkişaf onlayn təhsilin vasitəsilə olub. Ən sürətli inkişaf və onun tətbiqi. Yenə də qeyd edirəm, heç bir təhsili mən 100% səhv, niprav çıxartmıram. Bizim öz komandamızda ancaq onlayn təhsil alır. Bütün bizim istifadə etdiyimiz, bizi sürətli inkişafa aparan hər bir şey onlayn təhsil vasitəsilə olub. Amma bu bizə niyə darıxdırıcı gəlir? Çünki biz dopamin asıllığında olmaq istəyirik. Hər bir şey bizə zövq gətirməlidir. Və bəzən biz bu canlı görüşləri çox vacib bir şeydən özümüzü uzaqlaşdırmaq üçün, fokusumuzu azad etmək üçün istifadə edirik. Biz bunun çox vaxtı fərqində olmuruq. Nəyə görə bu qədər biz buna investisiya edirik və bu da normaldır. Amma bunun fərqində olmaq çox önəmlidir ki, çox vaxtı biz canlı görüşlərə nəyə görə gedirik? Çox önəmli bir mövzulardan, bəzən bizi narahat edən problemlərdən distrakt olunmaq üçün, diqqətimizi yayındırmaq üçün. Bu bizim ego müdafiə mexanizmlarımızdan biridir. Kim sırf networking klubları,
Bu canlı görüşlər hansı ki, heç bir sizə məzmun verməyəcək, dəyər qatmayacaq, amma sizə emosiya sata bilirsə, status sata bilirsə, bilin ki, bunlar hamısı ego müdafiə mexanizminin bu xüsusiyyətinə fokuslanmış olan məqamlardır. Sizin diqqətinizi çox vacib olan məsələlərlə bağlı, sırf sizin özünüzlə bağlı və yaxud da həyatınızda vacib proseslərlə bağlı sizin diqqətinizi yayındırmaq üçün. Mən özüm şəxsən emosiyaları təhsildə gözləmirəm. Mənim üçün sosiallaşma, atmosfer önəmli deyil. Mənim üçün əgər atmosfer və sosiallaşma önəmli olarsa və emosiyalar önəmli olarsa, mən hobbilərə üst tuturam. Ki, mən beynim sadəcə sakitləşsin. Hobbilərə üst tuturam, məsələn, keramika master klassına gedə bilərəm və yaxud da o da nəyə görə əl əməyi var, ana fokuslanıram və mənim beynimin dincəlməsi üçün önəmlidir və daxili uşağımı sevindirmək üçün. Yox, əgər mən daxili uşağımı sevindirmək üçün mən təhsilə yönəlirəmsə, burada artıq bir çox məqamlar, hansı ki, sizi sürətli inkişafınıza səbəb ola bilər. Burada artıq sizin diqqətinizdən yayına bilər və sonra nə baş verir? Sonra o baş verir ki, mən nə qədər pul xərclədim, amma mən heç nə əldə etmədim. Və çox vaxt Azərbaycanın bazarında, təhsil bazarında da bunlar baş verir. İnsanlar enerjiyə pul verir. Enerji onlar üçün hər şeydir. Atmosfer hər şeydir. Və məhz buna görə bu yanaşmanı mən sizlə bölüşmək istədim. Evo klubu sizə atmosfer, enerji satmır. Evo sizə öz üzərinizdə işləməyi, fokuslu şəkildə düşüncə tərzinizi inkişaf etdirmək üçün onlayn vasitəsilə sizə bunu satır. Bunu təklif edir. Mən bunu açıq şəkildə qeyd edirəm. Çünki bu mənim özümün keçdiyim bir yoldur. Mən demirəm ki, bu reallıqda yeganə və 100% ali həqiqət kimi qəbul olunacaq bir yanaşmadır. Amma biz özümüz bir sahibkar komandası olaraq bu yanaşmadan istifadə edərək həm öz həyatımıza, həm digərlərin həyatına çox böyük bir dəyər yarada bilmişik. Və bu dəyər yaratmaq bizim ən vacib missiyamızdır. O dəyəri yarada bilmək üçün də bizim keyfiyyətli təhsilə ehtiyacımız var idi. Və o keyfiyyətli təhsili biz strukturlu, fokuslu şəkildə onlayn almışıq. Hər hansı bir məlumatı siz əgər YouTube-dan 15 dəqiqəlik videodan siz əldə edə bilirsinizsə, bunun üçün foruma getmək, hər hansı bir digər çıxışları izləmək ehtiyac yoxdur. Hansı ki, o sizə xidmət etmir. O sadəcə sizin resurslarınızı zəbt edəcək. Hansı ki, siz o enerjinizi də, zamanınızı da, o resurslarınızı da bəlkə də sizin məqsədlərinizi daha sürətli şəkildə çatdırmağa dəstək ola biləcək. Bu holistik yanaşmadır. Ki, mənim etdiyim bu hərəkət, bu seçim, ümumi olaraq mənim psixologiyama, mənim həyatıma necə kompleksli şəkildə təsir göstərir. Və dekabrın sonuna kimi bu ödənişlə siz qəbul oluna bilərsiniz bu kluba. Ondan sonra ödəniş qalxacaq. Və bizim bir çox digər planlarımız da var. Çox gözəl bizim görüşlərimiz olacaq, fərqli mövzularla bağlı. Əgər qoşulmaq istəyirsinizsə, daxilin belə bir istəyi varsa, siz qoşula bilərsiniz, sizi hər zaman görməyə çox şad olaraq. Yenə də qeyd etmək istəyirəm, biz sizə enerji satmayacaq. Biz sizə real olaraq perspektivlərinizi genişləndirəcək, reallığa daha sistemli baxmağa dəstək olacaq bir mühit veririk, bir kontent veririk. Azərbaycan dilində ən zəngin məzmundur. Hansı ki, siz bunu bir çox top universitetlərin məzmununda da görməyəcəksiniz. Burada həm bizim sahibkar olaraq şəxsi təcrübələrimizlə bağlı, siz vacib bir kontent əldə edəcəksiniz. Maksimum Azərbaycan reallığına uyğundur. Yəni, biz hər hansı bir konkret bir kitabı oxuyub, bir kursu keçib, sizə copy-paste olunmuş bir məlumatı ötürmürük. Bu bizim dəyərlərimizə ziddir. Biz özümüz keçməliyik ki, o məlumatdan, baxaq görə bu məlumat reallıqda işləyirmi? Və ona əsasən biz sizinlə həmin o məzmunu da bölüşürük. Bu çox və çox önəmlidir. Bu bizim öz yanaşmamızdır və bir çox insanlar bunu qeyd ediblər ki, Evo klubun məzmunu Azərbaycan dilində heç bir yerdə olmayan bir məzmundur. Hətta onlar özləri də fərqli dillərdə bu məzmunu da əldə etməyə çalışıblar. Amma belə bir sistemli şəkildə insan psixologiyasına aid bu məzmunla onlar tanış olmayıblar. Bir çox insanlar, üzvlərimiz də var ki, uzun müddətli psixoterapiyaya gediblər. Amma bu məzmunda əldə etdiyi, tətbiq etdiyi praktikalar sayəsində daha sürətli şəkildə bir çox problemlərini həll edə biliblər. Psixoterapiya hər şeydən önəmlidir, fərdi, keyfiyyətli. Mən bunu hər zaman deyəcəm sizə. Amma əgər biz buna resurs tapa bilmiriksə,
bizim ego müdafiə mexanizmlarımız işə düşürsə, bununla ilk sağlam tanışlıq bu klub vasitəsilə sizin üçün də ola bilər. Ki siz öz suallarınıza anonim şəkildə də konkret sistemli şəkildə cavablar da əldə edə biləcəksiniz. Və bəzən bu cavabların alması həqiqətən də bir çox proseslərə bizə müsbət təsir göstərir. Mən özüm bilməzdim ki, mən ego klubu yaradacağam. Mən özüm introvert insanım. Sahibkarlıq hər gün məni məcbur edir ki, ekstravert təbiətimi inkişaf etdirim. Mən özüm introvertəm və daha çox mən partiyalara getməkdən, məclislərə getməkdən mən çox çəkinən insanım və klublardan hər zaman uzaq olmuşam. Heç vaxt o klub sistemi, o canlı görüşlər mənə uyğun olmayıb. Ə, Amma belə bir istək məndə formalaşıb intuitiv olaraq ki, belə bir sistem yaradım, insanlar üçün bu məzmun yaradım ki, onlar hər gün öz psixologiyaları üzərində işləsinlər. Və bu sistem həqiqətən də mənim gözlədiyimdən daha sürətli, daha güclü bir şəkildə işləməyə başladır. Çünki mənim heç bir gözləntim olmadı. Mən sadəcə resursları insanlarla bölüşürəm və onlar sadəcə özünə uyğun olan bir sürətdə onları tətbiq edirlər. Daha sonra keçən görüşlərdən biri mənə sual verirdi. Təkamül psixologiyası mədəni kodlarla bağlı bir təlim olacaqmı? Bizim hal-hazırda sonuncu qrup təlimimiz keçirildi bu il üzrə təkamül psixologiyası üzrə. Mən növbəti aylarda nə vaxt keçiriləcək təlim mən bilmirəm. Amma bu mənim keçdiyim ən güclü təlimlərdən biridir. Ki siz həm mədəni kodlar, həm bu ego inkişaf mərhələləri, təkamül psixologiyasının alətləri haqqında siz çox geniş məlumatla, holistik düşüncə tərzini inkişaf etdirəcək bir təlim əldə edirsiniz. Hansı ki, mən bu təlimi keçirəm sahibkarlara, mentorluq proqramlarımda və eyni zamanda siyasətçilərin hər birinin keçdiyi bir təlimdir, insanları idarə etmək üçün. Əgər sizə maraqlıdırsa bu təlimdə iştirak etmək, mən sizə anket göndərə bilərəm, ön qeydiyyatla bağlı. Sizin cavablarınız mənə maraqlıdır. Sizin cavablarınız əsasında mən qərar verəcəm, mən bu təlimi yenidən keçirdim, yoxsa. Çünki mən növbəti il üzrə bunu ancaq korporativ təlimlər üçün artıq bir illik müqavilə var və mənim enerji qıtlığım olduğu üçün bu təlimlərlə bağlı mən qrup, individual təlimləri keçməkdən çəkinmişdim. Amma əgər sizin istəyiniz varsa bu təlimdə iştirak etməklə bağlı, biz sizə link göndərərik, anket linki, öz marağınızı qeyd edə bilərsiniz və biz sizinlə sonra əlaqə saxlayıb, əgər bir qrup yığılacaqsa, biz hardasa ya 2 aydan sonra ya 3 aydan sonra sizinlə bu təlimi keçə bilərik. Amma hal-hazırda mən sizə dəqiq bir tarix deyə bilmirəm. Çünki yenə də bayaq da qeyd etdiyim kimi şirkətlər üçün bu təlim keçiriləcək daha çox. Və bu təlim bir çox mövzuları burada əhatə edir. Kim ki bu təlimi keçirsə, mən ilk dəfə özüm bu məzmunu əldə edəndə məndə wow effekt yaranmışdı. Wow da mən necə bunları əldə edə bilərdim? Və mən ağlamışdım bu məzmunu əldə edəndə. Çünki bu çox fərqli bir səviyyədə olan bir məzmundur. Və həmin o məzmunu əldə edəndən sonra, bu təlimdə tələbələrimlə bölüşəndən sonra, onlarda bu wow effektini görəndən sonra və hətta bəziləri də qeyd etmişdi ki, mən indiyənə kimi nə qədər şeylər öyrənmişəm, amma heç vaxt bilməzdim ki, bu mövzularda öyrəndiyim bir şey məni bu qədər təəccübləndirəcək, o wow effekti yaradacaq. Tələbələrimdə bunu görmək, bu məni daha çox sevindirdi və həqiqətən də bunu da görəndə mən yenidən əmin oldum ki, həqiqətən də necə biz bu proseslərin fərqində olanda biz çox şanslı oluruq. Çünki bir çox ölkələrin cəmiyyətlərində bu mövzular heç vaxt keçirilə bilməyəcək. Siyasi vəziyyətinə görə. Onlara heç vaxt icazə verilməyəcək. Bu haqda fərqindəlik olsun. Akademiyada bu mövzu keçirilmir. Çünki çox təhlükəlidir, çox insan bu haqda bilməsi. Onları idarə etmək mümkün deyil. Və bu biliklər ucuz deyil. Ona görə də əgər siz istəyirsinizsə öz həyat keyfiyyətinizi artırmaq, ünsiyyət bacarıqlarınızı inkişaf etdirməklə, insanlarla, dəyər sistemlərlə tanışmaq, həm şəxsi həyatınızda, həm iş həyatınızda siz bunu tətbiq etmək istəyirsinizsə, bu təlimə qoşula bilərsiniz. Amma mən sizə indidən konkret deyə bilmirəm ki, mən nə vaxt keçirdəcəm. Amma siz o anketin cavablarına görə, mən artıq sizin cavablarınıza görə qərar verəcəm, mən keçirdəcəm yoxsa yox. Bəlkə də keçirtdim, bəlkə də keçirtmədim. Və dekabr qrupu üçün, noyabr-dekabr qrupu üçün dəfələrlə elanlar da olmuşdu ki, bu artıq mənim sonuncu keçirtdiyim bir təlimdir. Amma ondan sonra mənə nə qədər müraciətlər olundu.
və müraciətlər olunduğu üçün ki, yenidən mən bunu keçirdim. Bəziləri çox təəssüflənirdi ki, ə, çox təəssüf ki, biz iştirak edə bilmirik. Amma mənim belə bir yanaşmam var ki, əgər insan iştirak etməkdən çəkinirsə, demək ki, onun egosu hazır deyil və bu normaldır. Mən də bəlkə də 10 il əvvəl bu təlim qabağıma gəlsəydi, mənim eqom hazır olmazdı. Mən heç vaxt buna investisiya etməzdim. Hər kəsin öz doğru zamanı var. Bəlkə də çox insanın bunu bilməməsi daha önəmlidir. Və mən bunu qəbul edirəm və normal yanaşıram. Necə ki, bir ağacda çox fərqli sürətlə yetişən meyvələr var. Bütün dünyada da çox fərqli sürətlə təkamül edən, inkişaf edən 8-9 milyard insan var. Və bu da normaldır. Hər kəsin öz seçimi var və bu ancaq daxili sizin səsinizlə bağlıdır ki, siz istəyirsinizmi bu təlimi əldə etmək, bu bilikləri əldə etmək yoxsa yox. Çünki bundan başqa və Evo klubdan başqa mən başqa bir yerdə, heç bir yerdə təlim keçmirəm. İndividual belə fərdi şəkildə, açıq şəkildə elan etdiklərim. Ancaq korporativ təlimlərdir və bir də bu təlim və Evo klubdur. Vəssalam. Əgər sizə maraqlıdırsa, həmin o anketi doldura bilərsiniz, yaza bilərsiniz. Bizim nömrəmizə biz sizə göndərərik və bu çox faydalı olacaq bu təlim. Psixoloqlar və koçlar mütləq bilməlidir. Təkamül psixologiyasını onu bilmədən siz özünüz artıq onu biləndən sonra özünüzdə artıq hiss edəcəksiniz ki, sizin praktikanız necə keyfiyyət artacaq. Keyfiyyət artırırsa sizin gəlirləriniz artar. Bu sizin öz-özə investisiyanızdır. Ən keyfiyyətli investisiyalarınızdan biridir. Rəhbər və sahibkarlar komandanı idarə edirsinizsə, siz daha rahat şəkildə bir çox emosional böhranlar yaşamadan, emosional tükənmişlik olmadan, depressiya yaşamadan daha rahat olacaq sizin üçün həmin o böhranları yaşamaq. Yəni external, yəni xarici böhranlar yaşamaq. Çünki siz artıq bilirsiniz ki, hansı növbəti mərhələyə keçid edirsiniz. İnsan daha çox fərqindəliklə dolu olanda onun üçün rahat olur. Təlimçilər və müəllimlər fərqli insanlarla işləyirik, fərqli insanlara nəyisə öyrətməyə çalışırıq. Əgər sizin üçün önəmlidirsə, auditoriyanın dəyər sistemlərinə tanış olmaq və onlara uyğun olaraq kommunikasiyanı bilmək, bu sizə önəmli bir təlim olacaq. İnsan resursları, marketinq, satış, insanlara xidmət göstərən istənilən sahə, şəxsi inkişaf, ünsiyyəti növbəti mərhələyə çatdırmaq istəyən hər kəs və valideynlər. Valideynlər hansı ki, öz övladının ego inkişaf mərhələsi haqqında dərin biliklidir, o onunla əlavə konfliktlərə girməyəcək. O onu anlayacaq, daha rahat şəkildə anlayacaq. O heç bir məsələndə bir çox onun övladının da belə özünə qarşı dediyi sözləri şəxsi qəbul etməyəcək. Əlavə ego oyunları olmayacaq. O ego oyunlarına görə sınmış qəlblər daha az olacaq. Çünki nəyə görə məsələn bizim xətrimizə nəsə dəyir? Çünki biz dəyər sistemlərimizlə tanış deyilik. Nə bizə təsir göstərir, bilmirik. Çünki biz hər bir şeyə hansı ki bizim anlayışımıza ziddir, onları özümüzü müdafiə etmək istəyirik. Sağ qalmaq üçün sinir sistem, ego dərhal müdafiə rejiminə keçir. Və məhz buna görə təkamül psixologiyası təlimi sizə maksimum holistik yanaşmanı verəcək. Holistik yanaşması güclü olan şəxslər qəzəbi çox faydalı şəkildə idarə edə bilir. Çünki hər şey arasında güclü əlaqələri görür. Heç kimi günahkar çıxartmaq istəmir, heç kimi iprav çıxartmaq istəmir. Onu tətikləmək demək olar ki, mümkünsüzdür. Və əgər siz istəyirsinizsə, bu haqda daha çox öyrənmək, öz işinizdə bunu istifadə eləmək, həmin o anketi siz dolduraraq da öz marağınızı ifadə edə bilərsiniz. Eva klubda bu məzmun olmayacaq. Bu ancaq spesifik olaraq həmin tələbələr üçündür və həmin tələbələr üçün də özəl bir klub sistemi olacaq yanvardan etibarən. Biz onlar üçün çox fərqli bir şəkildə bir məzmun üzərində işləyəcəyik. Təkamül psixologiyasının bağlı çox fərqli bizim orada sistemimiz olacaq. Görüşlərimiz də olacaq, təlimlərimiz də olacaq, case analizlər də olacaq. Ona görə siz əgər istəyirsinizsə, qoşula bilərsiniz. Mən sizə təşəkkür edirəm diqqətiniz üçün. Sadəcə daha ətraflı mən bu haqda sizinlə bölüşmək istədim. Sizin də nə sualınız olarsa, hər zaman verə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. İndi mən keçəcəm yavaş-yavaş sizin suallarınıza. Təşəkkür edirəm Nəzakət xanım. Çox sağ olun. Mənim üçün də hər birinizi görmək çox xoşdur. İnsanın özünün öldürməsini niyə bir problem kimi qəbul edirik ki? Çox maraqlı sual da Onur bəy.
Çünki bu daha çox ego müdafiə mexanizmlarla bağlıdır. Çünki sağlam ego özü insanı ölümə aparmaq istəmir. İnsan daha çox sağlamlığa doğru gedir. Əgər insan özündən qəsd etmək istəyirsə, demək ki, burada çox dərin bir proseslər baş verir ki, ego müdafiə mexanizmlarında reallığı qəbul etməkdə, reallığa adaptasiya ilə bağlı ki, insan onu çox böyük bir yük kimi görür. Əslində insan heç vaxt özünü öldürmək istəmir. İnsan sadəcə bir problemi onun üçün həddindən artıq çox böyük bir yük kimi gördüyü üçün yeganə həll yolu olaraq o yüklə üzləşməni, özünə qəsd etməkdir. Problem nəyə görə o hesab olunur? Çünki bəlkə də insan yeganə canlıdır ki, bu sistemdə hansı ki öz canına məsələn də öldürmək istəyir, öz canına son qoymaq istəyir. Heç bir canlılarda, bir çox zamanlarda bu psixologiya yoxdur ki, onlar özlərini ə, öz canına, öz həyatına son qoysunlar. Və bu özü də onu göstərir ki, bizim həyat sistemimizdə bir psixoloji olaraq bir ən vacib qanunlardan biri də ondan ibarətdir ki, biz bura gəlmişiksə, bu həyat sisteminin bir parçası olaraq biz davam edirik də. Yəni onun ancaq müəyyən bir prosesləri baş verəndən sonra özünün gətirdiyi proseslərdə bizim həyatımız sona gedə bilər. Amma biz özümüz ona qəsd ediriksə, demək ki, burada sırf özəl bir proseslər baş verir ki, hansı ki bu insanın egosu ilə bağlıdır. Bu insanın özü ilə bağlı deyil, bu insanın egosu ilə bağlıdır. İnsanın egosu bərabər deyil özü. Və çox vaxt da biz eqonu həddindən artıq çox ciddi qəbul etdiyimiz üçün onun dediyi mesajları. Məhz buna görə artıq burada əlavə mental sağlamlıqla bağlı yüklər baş verir. Və bayaq da qeyd etdiyim kimi insan özü özünə qəsd etmək istəmir. Onda bu istək olmur. Və elə belə deyil ki, bizdə bu instinkt var ki, bizi məsələn də yuxarı qalxanda bizdə qorxu olur. O bizi çəkindirir ki, biz özümüzü yuxarıdan atmayaq. Bu elə belə bir instinkt olaraq bizdə formalaşmayıb evolyusiya prosesində. Nəyə görə? Çünki bu bizi sağ saxlayır. Amma əgər insan artıq özünə qəsd edirsə, bu deməkdir ki, burada ego müdafiə mexanizmları işə düşür və biz reallıq adaptasiyada çətinlik çəkirik. Çətinlik çəkdiyimiz üçün çox emosional, dərin bir böhran yaşayırıq və o böhran bizə çox böyük bir yük kimi gəldiyi üçün və ətrafdan da dəstək ala bilmədiyimiz üçün məhz buna görə biz artıq yeganə həll yolunu biz bunda görürük. Mən yenə deyirəm, mən burada radikal olaraq nəyisə doğru, nəyisə səhv çıxartmıram. Məsələn ki, evolyusiya prosesində, insanda və həyat sistemində formalaşan proseslərlə bağlı istədim ki, daha sistemli şəkildə sizə onu təqdim edim. Səda xanım, psixologiya elmi də kapitalizmə və siyasi idarə etməyə xidmət edir. Bir çox hallarda bəli, Səda xanım, çünki psixologiya tibbin bir parçasıdır və dərmanların satışı olsun, bəzi prosedurların satışı olsun, bir çox vaxtlarda onlar süni şəkildə, güclü marketinqin sayəsində onlar bir məna olaraq təqdim olunur. Və psixologiya özü belə siyasi proseslərdən birbaşa bağlı olan sahələrdən biridir. Baxmayaraq ki, etik kodeksdə qeyd olunub ki, psixoloqun özü, onun yanaşmaları maksimum siyasətdən uzaq olmalıdır, neytral olmalıdır. Halbuki mən bununla razıyam. Amma biz bu neytrallığı 100% qoruya bilmirik. Çünki biz hər birimiz bu siyasi qərarların bir nəticəsi olaraq müəyyən bir davranışlar edirik. Və siyasət mütləq burada özünü tapacaq burada. Psixologiya elmi 100%. Yəni siyasi psixologiya özü belə çox güclü şəkildə istifadə olunur. Gündəlik həyatda brendlərin özündə də belə, sosial layihələrdə də belə, bir çox vətəndaşlara xidmət layihələrdə də belə. Yəni bəli, psixologiya elmi də 100% xidmət göstərir bir çox hallarda. Və bunun da fərqində olanda artıq biz görürük ki, biz artıq hər şeyi ali həqiqət kimi qəbul etməkdən çəkinirik. Salam, niyə xanımlar daha çox təlimlər qatılır? Mövzuda gəlsə də sübut etdi bu təlim. Çox təşəkkür edirəm Mırsa bəy. Nəyə görə xanımlar daha çox maraq göstərir? Çox maraqlı bir sualdır. İndiyənə kimi də mənim də keçirdiyim bir çox layihələrdə, təlimlərdə, bir çox zamanlarda xanımlar iştirak edir. Çünki onların daha çox özləri üzərində işləmək üçün bir motivi olur. Nəyə görə? Çünki media çox vaxtı bunu deyir, valideynlər bunu deyir, bizim mədəni kodlar bunu deyir. Eyni zamanda, məsələn, bir vahid sistem olaraq biz bunu düşünsək, ətrafdan demək olar ki, hər kəs qadınları deyir ki, sən öz üzərində işləməlisən. Bəylərə bu çox vaxtı deyilmir. Bəylərə olduğu kimi qəbul edən bir mühit. Məsələn, bizim mədəni kodlarda da biz bunu qeyd etsək. Məsələn də çox vaxtı bəylərə o qədər də çox güclü bir motivasiya edən bir
simvollarmı deyim, sözlərmi deyim. Çox vaxt o mühit olmur ki, onlar getsinlər, məsələn də təlimlərdə iştirak etsinlər. Amma qadınlarda bu nəyə görə çox güclüdür? Çünki qadınları daha çox uşaq vaxtından bizim mədəni kodlar elə formalaşdırır ki, onlar özünü daha çox dəyərsiz hiss etsinlər. O özünü dəyərsiz hiss etdirmək daha çox onları vadar edir ki, onlar bunu pozitiv istifadə edəndə, böyük bir güc kimi istifadə edəndə onlar bunu biliyə çevirirlər. Bu sağlam yanaşmalardan biridir ki, mən özümdə bir boşluq görürəm və bunu mən biliyə çevirirəm və növbəti təkamül mərhələsinə keçid edirəm. Bu ən vacib faktorlardan biridir bəy. Bu da sırf ə, həmin o mədəni kodlarla bağlıdır və eyni zamanda qadınlar üçün də nəyə görə təlimlərə qoşulmaq önəmlidir? Çünki qadınlar bu ölkədə çox az bir mühitlərdə sosiallaşa bilirlər, çox az mühitlərdə başqa insanların perspektivlərinə tanış ola bilirlər, çox az mühitlərdə başqalarına kommunikasiya qura bilər, çox limitli bir mühitlər var. Və məhz buna görə qadınlar təlimi bir imkan kimi görürlər ki, bu sosiallaşma bacarıqlarını da özlərində inkişaf etdirsinlər və daha çox onlar ə, bu bilikləri qazansınlar ya onlayn təlimlərdən, ya canlı təlimlərdən. Yəni çox vaxtı bunlar üçün eyni zamanda sosiallaşma funksiyasını da daşıyır. Amma bəylər də təbii ki, bizim məsələn Codstar proyektimizdə o da eyni zamanda sahənin öz spesifik olması ilə də bağlıdır ki, bizdə proqramlaşmadır və bəylər orada daha çox iştirak edir. O təlimlərdə qoşulurlar. Yəni bəylərdə daha çox məqsəd sosiallaşma olmur. Bəylərdə sadəcə fokus konkret mən nə isə öyrənim, tətbiq edim. Daha çox bu olur. Qadınlarda da təbii ki, bu var. Mən bölmək istəmirəm. Amma qadınlarda daha çox sosiallaşmadır. Daha çox o mühitin atmosferasını hiss etməkdir. Daha çox onlar üçün önəmlidir o ünsiyyət bacarıqlarını işə salmaqdır. Onlar üçün bu çox önəmlidir və bu da sağlam yanaşmalardan biridir. Və nə yaxşı ki, əslində mən genderlara bölmək istəmirəm, amma ə, nə yaxşı ki, qadınlar da qoşulur, nə yaxşı ki, bəylər də qoşulur, amma faiz nisbəti olaraq biz danışırıqsa, mən dəfələrlə bunu müşahidə etmişəm. Bunun ən vacib səbəbi bizim mədəni kodlardır. Ən vacib və davamlı şəkildə özümüzü nədənsə nəsə bizə çatmır. O ifadəni bizə o qədər yeridirlər ki, biz davamlı şəkildə özümüzü inkişaf etdirmək istəyirik. Ya özümüzü sübut eləmək üçün, həkimlərə isə sübut etmək üçün. Amma bəylərdə bu da olur, amma daha az olur qadınlarla nisbətdə sırf bizim misalımızda. Çünki o yenə də mədəni kodların spesifik olması ilə bağlıdır. Salam, bəzi terapiyalar var ki, hansı ki, insan öz-özünə danışır, bir koçun dediyi sözləri təkrarlayır. Valideyn-övlad münasibəti. Təşəkkür edirəm Sevil xanım. Mən hər hansı bir terapiya ilə bağlı ümumi radikal bir fikir deyə bilmərəm. Çünki hər bir insan psixikası fərqlidir, individualdır və hər kəsə çox fərqli təsir göstərir. Məhz buna görə mən burada yekun, universal bir şey deyə bilmərəm. Əgər bu sizə yaxşı təsir göstəribsə, Sevil xanım, bu 100% digər insanlara da təsir göstərə bilər yaxşı mənada, amma təbii ki, ona daha ziyan gətirən bir yanaşmalar ondan ibarət ola bilər ki, özü insan buna hazır olmayanda və özünü məcbur hiss edəndə, həmin o sözləri təkrarlayanda, onun ego müdafiə mexanizmları işə düşəndə, burada artıq müəyyən bir çətinliklər ola bilər həmin o insanla bağlı. Sonra özünü günahkar hiss edə bilər, sonra özünü iprav çıxarda bilər, sonra özünü zəif, həssas bir insan kimi görə bilər, özü ilə bağlı neqativ fikirlər güclənə bilər. Ona görə də burada sırf terapevtin yanaşması daha üstündür, nə baxımdan o müşahidə eləsin davamlı şəkildə işlədiyi bir şəxsin mimikalarına görə, bədən dilinə görə, ümumiyyətlə hazırdırmı, nə qədər hazırdırmı və o prosesə fokuslananda o onun üçün daha sağlam bir yanaşma olacaq ki, o müşahidə eləsin real time olaraq indiki zamanda ki, məsələn də bu insan hazırdırmı bu sözləri deməyə. Bəlkə də hazır olan zamanda o sözləri özü üçün deyə bilər. Amma bir məna olaraq onun ən gözəl təsiri ondan ibarət ki, insan uzun müddət özü ilə bağlı və yaxud da hər hansı bir məsələ ilə bağlı özünə etiraf etməkdən çəkindiyi, özünə dediyi o sözləri uzun müddət sözdə ifadə etməkdə çəkindiyi, artıq sözlə ifadə edəndə ona xüsusi bir güc gələ bilər. Xüsusi bir özgüvən gələ bilər və xüsusi bir rahatlama da gələ bilər bununla bağlı. Fidan xanım, səsli sual. Bəli, mən sizə indi mikrofonu açıram, siz səsli verə bilərsiniz. Çox təşəkkür edirəm. Biraz uzun olduğu üçün istədim səsli bir şəkildə
deyim, üzr istəyirəm vaxtınızı aldığım üçün. Ə, Sizin danışdığınız şeylər mənə çox doğma gəlir. Çünki mən özüm bioloqam. Həmçinin çox uzun müddət təkamül biologiyası araşdırmışam və daha sonra da psixologiya araşdırmaları etmişəm və mənə ən çox yaxın gələn terapiya və nəzəriyyədə Irvin Yalom'un eksistensial terapiyası olub. Amma ki, ə, öyrəndiklərim mənə onu göstərir ki, nə isə bilmək, nə isə dəyişdirmək kifayət eləmir. Ə, mən özümdə də gördüyüm və indi məni sahibkar olaraq da ən çox incidən bir mövzu var ki, indi siz burada bunu mədəni kod kimi adlandırırsınız. Bizdə belə bir ön yarğı var. Bir şey bizdəndirsə, yəni ki, bu Azərbaycan malıdırsa, Azərbaycan istehsaldısa, Azərbaycan beyninin məhsuludursa, bu 100% nəsə əskidir, nəsə problemlidir, nəsə burada çatışmır. Misal üçün, mən özüm kitab oxumağı çox sevirəm və mənim uzun müddət kitab biznesim olub. Amma ki, mən Azərbaycan dilində yəni tərcümə oxuya bilmirəm. Tutaq ki, mən bu kitabı alıram, bu Azərbaycan dilində tərcümə olunub. 100% mənim beynimdə belə bir şey yaranır. Burada 100% nəsə tərcümə səhvi var. 100% bilmədiyim nəsə olacaq, ya mən onu oxuya bilmirəm. Və mən bunu başa düşsəm də dəyişə də bilmirəm açığı. Prosta ki, indi mən sahibkar olaraq mənim hazırda baxım məhsullar brendim var. Yəni bunu yaratmağa çalışıram və bizdə yenə belə bir şey yaranır. Tutaq ki, kimsə gəlir, mən onu canlı olaraq müşahidə edirəm. Mən bir məhsulumu əlinə götürür. Yəni bilmir o mən kiməm, məhsul kimindir, hardan gəlib, yəni bunu bilmir. Baxır, nə gözəl falan. Yəni həqiqətən mən yaxşı bir paketləmə edirəm, yaxşı bir məhsul hazırlayıram və keyfiyyətli bir iş görürəm. Yəni dünya səviyyəsində belə deyək ki, mən İngiltərədən, Kanadadan müəllimlərim olub və yaxşı bir iş gördüyümü həqiqətən də bilirəm. Düzdür, çatışmayan şeylər də var, mən bunu görürəm və düzəldirəm də. Və qablaşdırması da gözəl olduğu üçün, yəni ki, gedib hər hansısa bir kosmetika mağazasında görəcəyiniz məhsuldan çox da fərqlənmir. Tutaq ki, mən müşahidə etdiyim üçün birinci brend adı deyirəm ki, Greenza. Məsələn, Greenza mənim brendimdir. Onda insanlar başlayır, hə, nəsə tanışdır falan, yəni ki, güya da tanıyırlar. Bu, yəni hardasa gördükləri bir brenddir. Məsələn, nə bilim, CeraVe kimi, Kiehl's kimi və s. Sonra deyirəm ki, Azərbaycan markasıdır. Ağız əyib, bir də görürəm ki, keçirlər gedirlər o tərəfə. 90% insanlarda belə olur. Yəni bu tip bir sual verən insanlar. Bunu necə dəyişdirə bilərik? Yəni mən özümdə bunu dəyişdirə bilməmişəm. Yəni misal çəkim Hı özümdən. hı. Məndə məsələn Azərbaycan yazıçılarına qarşı da bir ön yarğı var. Yəni hətta mən bunu dəyişdirmək üçün məsələn məndə bir 20-yə yaxın Azərbaycan yazıçısının kitabı var. Almışam ki, oxuyacağam, yəni bunu dəyişdirəcəm falan, amma görürəm ki, reallıqda bunu eləyə bilmirəm. Və bunu öz müştərilərimdə də eləyə bilmirəm. Yəni bu haqqda bir kömək istəyərdim. Təşəkkür edirəm Fidan xanım. Çox önəmli bir mövzuya toxundunuz. Şəxsi təcrübəmlə mən bölüşəcəm bununla bağlı. Çünki biz də bunlarla tez-tez üzləşmişik. Aa, Demək biz özümüz şirniyyat sahəsinə ilk dəfə girişəndə bu stereotiplər məsələsidir. Sizdə məsələn bu yerlə məsələn xaricidə bizdə bu da olub və əksinə buna əlavə olaraq da bizdə məhdudiyyəti olan şəxslərin istehsal etdiyi məhsullarla bağlı əlavə neqativ bir fikir var, hansı ki Sovet dönəmindən bizdə bir mədəni kod olaraq formalaşıb ki, 100% onların gördüyü işlər keyfiyyətsizdir. Və biz ilk dəfə yarmarkalara gedəndə və biz orada qeyd edəndə ki, bu şirniyyatları bu xanımlar hazırlayıb, bir çox insanlar onlar çəkinirdilər bunu eşidən kimi. Amma məsələn xaricilər daha çox alırdılar, xaricilərə daha çox maraqlı gəlirdi və məndə artıq belə bir fikir formalaşdı ki, mən artıq bundan sonra xarici şirkətlərlə çalışım, Azərbaycan bazarında olan korporativ sifarişlər biz götürək. Onlara təqdim edim, onlar dadını bəyənirlərsə, əsasən xaricilərə mən başladım biz satmağa bu məhsulları. Və biz artıq xaricilərə satandan sonra biz onların fikirlərini, videolarını, şəkillərini biz başladıq Facebook səhifəmizdə bölüşməyə. Və mən öz səhifəmdə də bunu şeir eləyəndə insanlarda daha çox maraq oyanırdı bizim məhsullara, nəinki ondan əvvəl. Niyə? Çünki bizdə belə bir mədəni kod var ki, əgər bir xarici gəlib Azərbaycan brendindən nəsə alırsa, demək ki, biz də gedib həmin Azərbaycan brendindən nəsə almalıyıq. Siz bu mədəni koda uyğun olaraq da davam edə bilərsiniz. Ki, əgər sizin məsələndə siz xarici bazara çıxa bilirsinizsə,
Əgər siz xarici müştərilərə siz sata biləcəksinizsə onu, sizin daha çox üstünlükləriniz olacaq, daha çox şansınız olacaq ki, siz onu daha sonra Azərbaycanlılara satasınız. Biz bunu bütün proyektlərimizdə sınamışıq və bu mədəni kod hər bir proyektimizdə özünü göstərib. İkinci məsələ burada nədən ibarətdir? Həyat sisteminin qanunlarından biri olaraq Fidan xanım, mən özüm də davamlı şəkildə bunu özümdə görəndə bu məni aynalayırdı nə baxımından. Əvvəl mənim də müəyyən bir stereotiplərim olanda yerli Azərbaycan brendlərlə bağlı. Həyat sistemi və özüm də məsələn də gedib məsələn də açmaq istəməyəndə, nədənsə çəkinəndə və s. və s. Həyat sistemi mənə eyni müştərilərə aynalamağa başlayırdı. Əgər mən öz müştərilərimdə məndə olan eyni davranışı görürəmsə, bu deməkdir ki, nə isə bəlkə də mən öz davranışımda, bəlkə düşüncə tərsimdə mən dəyişdirməliyəm ki, bu bir mənalı olaraq mənim ətrafımda olan insanlarda dəyişə bilsin. Çünki həyat sistemi də ən vacib qanunlardan biri ondan ibarətdir ki, mən səninlə birbaşa dil vasitəsilə danışa bilmirəm, amma sənin özündə nə isə dəyişməsini istəyirsənsə, mən sənin düşüncə tərzində olan insanları ətrafında daha çox toplayacağam və biznesdə bu müştərilər vasitəsilə və yaxud da komanda üzvləri vasitəsilə bizə gəlir. Məsələn, siz fikir verirsiniz necə böyük bir bağlantı var. Sizin yerli yazıçılara qarşı olan bu yanaşmanız, hansı ki bu normaldır. Çünki uzun müddət bizdə məsələn də tərcümədə kifayət qədər səhvlər olub, kifayət qədər keyfiyyətsiz tərcümələr olub və istərsəniz biz bezmişik, bizim üçün əziyyətli olub və bizdə belə bir neqativ stereotip formalaşıb. Və bu neqativ stereotip hələ də güclü məsələndə şəkildə bizim beynimizdə durur. Və siz hal-hazırda biznes idarə edirsiniz. Yerli Azərbaycan markasıdır. Və artıq həmin yerli Azərbaycan markasında məhsulunu siz Azərbaycanlı müştərilərə siz satışını həyata keçirirsiniz. Və 100% də reallığın özündə elə müştərilər də var ki, hansı ki Azərbaycan markası olduğu üçün ona daha çox dəyər verəcəklər. Amma sırf sizin misalınızda bu biznesdə hər zaman özünü göstərəcək. Həyat sistemi sizə önəmli bir dərsi vermək istəyir ki, Fidan xanım, siz bu müştərilərə kənardan baxaraq, onlar hansı ki sizin özünüzün bu yanaşmanın, bu stereotipin hansı ki sındırılmasına sizə xidmət göstərə bilər. Onlar sizə sadəcə bu proseslər, sizə onu aynalamağa çalışır ki, bax, məsələn, sən özün bir məhsul istehsal edirsən, Azərbaycanlı müştəriləri sən onun satışına da keçirirsən. Onlar Azərbaycan brendi adını eşidən kimi dərhal onlar çəkinirlər. Bu mənim haqqımda nəyi söyləmək istəyir, hansı mesajlar ötürmək istəyir. Və artıq siz yavaş-yavaş özünüzdə bu yanaşmaları yavaş-yavaş dəyişdikcə, siz özünüz də görəcəksiniz ki, bu aynalama artıq fərqli insanlara keçəcək. Sizin məhsulunuza daha çox dəyər verən insanlar daha çox olacaq. Çünki sizin özünüzün yanaşmanız Azərbaycan brendlərə qarşı dəyişib. Və həyat sistemi özü belə sizin biznesinizin vasitəsilə bunu açıq şəkildə güclü bir mesaj olaraq da sizdə gücləndirməyə başlayacaq. Yəni ilk olaraq, son olaraq mən nəyi vurğulayım? Birincisi, siz görürsünüz ki, Azərbaycanlı müştərilərə məsələn də satmaq çətindir, çünki onlar Azərbaycan sözünü eşidirlər. Biz öz misalımızda nəyi elədik? Biz birinci xaricilərə satdıq və xaricilərdən feedbacklər alan kimi bizdə daha çox maraq oyandı. Və çox vaxtı məsələn biz adicə yarmarkalara artıq gedəndən sonra biz artıq qeyd etmirdik ki, bu məhdudiyyəti olan xanımlar tərəfindən hazırlanıb. Biz artıq bunu deməyə çəkindik. Çünki biz bilirdik ki, onların stereotiplərini dəyişdirməkdə müəyyən bir çətinliklər ola bilər. Və ikincisi də bu həyat sisteminin bu aynalama qanununu da nəzərə alaraq biz özümüzün də yerli brendlərə olan yanaşmamızı dəyişdirdik. Və həqiqətən də bu bizim müştərilərimizin də həqiqətən də kontingentinə, müştərilərin yanaşmasını da bizə öz təsirini də göstərməyə davam elədi. Təşəkkür edirəm Fidan xanım. Çox və çox möhtəşəm sual idi. Zəhmət olmasa aktual qalsı 2-3 ay sonra olması lap əla olar, maddi mənəvdə hazır olaraq. Təşəkkür edirəm təklifiniz üçün. Anketdə olan sualların cavablarına əsasən, marağa əsasən, tələbə əsasən mən bunu təşkil edəcəm. Çünki bu məndən həqiqətən çox böyük bir enerji tələb edən bir təlimdir. Çünki burada fərdi keyslər üzərində biz işləyirik. Hər tələbə özəl bir keyslər hazırlanır, keyslərin diskusiyası gedir. Sadəcə siz orada hazır video dərslərə baxmayacaqsınız. Orada onlayn görüşlər olacaq, orada bir yekun canlı görüş olacaq. Və məhz buna görə mən baxacağam, tələb olacaqsa təşkil olunacaq təbii ki. Və qadınlar daha çox anlamaq istəyir, kişilər daha düzdür, amma qadın dalğalıdır, müxtəlif prizmalı olmayacaq. Təşəkkür edirəm Gülşən xanım bölüşdüyünüz üçün. Bəli, bu yanaşma da ola bilər.
Amma məsələn, bəylərin özündə də bu tendensiya da olur. Onlar da məsələn daha çox fərqli proseslərdə fərqindəlik qazanmaq istəyirlər. Daha çox onlar bəzi prosesləri öyrənmək istəyirlər. Amma bəli, məsələn, qadınlar daha çox bizə bu öyrədilir ki, biz adaptasiya olmalıyıq. Bu da özü mədəni kodlardan biridir. Ki bu hansı ki bizdə bunun pozitiv tərəfi ondan ibarətdir ki, qadınlar məsələn daha çox kitablar alırlar. Yəni Azərbaycanda olan bir çox kitab mağazalarının müştərilərinin çoxusu qadınlardır. Təlimləri daha çox, proyektləri daha çox qadınlar məsələn də gəlir. Və plus bayaq da qeyd etdiyim kimi, məsələn də bəylər üçün çox vaxtı sosiallaşmaq xatirinə hər hansı bir aktivitetdə iştirak etmək o qədər də çox prioritet olmur, amma qadınlar üçün bu çox önəmlidir. Xüsusən bizim mədəni kodlarla böyüyən qadınlar üçün bu çox və çox önəmlidir ki, onlar özlərini rahat hiss etsinlər, onlar özlərini qəbul olunmuş hiss etsinlər, onlar nəyisə öyrənsinlər, yeni emosiyalar əldə etsinlər. Bu da onlar üçün çox və çox önəmlidir. Dövrümüzdə asosial olmaq normal sayılırmı? Çox yaxınım hansı ki, bəlli bir yaş savadı. Dövrümüzdə asosial olmaq. Mən buna fərqli perspektivlər gətirmək istəyirəm. Bunun bir neçə səbəbləri ola bilər ki, nəyə görə bu insan sosiallaşmaqdan çəkinir. Bəzi elə insanlar var ki, həqiqətən də özlərinə bəlkə də pauza veriblər sosiallaşma ilə bağlı. İntrovert təbiət o qədər onlarda artıq güclənib ki, müəyyən bir keçdiyi proseslərdən bağlı. Onlar artıq çox insan olan bir yerlərə getmək istəmirlər və özlərini maksimum baryer qoyurlar. Bu mənim öz həyatımda da bu belə olub. Mən uzun müddət heç bir tədbirlərə ümumiyyətlə getmirdim. Hiss etmirdim, yorulmuşdum çünki və dincəlmə həqiqətən də ehtiyacım vardı və mən daha çox asosial tərəfi məndə onda güclənmişdir. Elə insanlar var ki, onlarda bu genetik şəkildə ötürülür, asosial təbiət, onlar ümumiyyətlə insanlarla ünsiyyəti uşaq vaxtlarında bu özünü göstərir ki, bu genetik ötürülən məlumatlardan biridir ki, onlar meyilli deyillər. O demək deyil ki, onlarda nəsə normallıq var, sadəcə meyilli deyillər və sadəcə onlarla işləyəndə, məsələn, mütəxəssislər və sair və yaxud da tərbiyə prosesində çox önəmlidir ki, onları sadəcə cəmiyyətə adaptasiya yollarını sadəcə öyrətmək ki, onlar heç bir çətinlik çəkməsin bu cəmiyyətdə kimlənsə kommunikasiya qurmaqdan. Amma onlar özləri belə o uşaq vaxtının o asosial tərəfini göstərəcəklər. Yəni az da olsalar da belə, amma genetik xüsusiyyət öz rolunu oynayır. Amma eyni zamanda asosial tərəfin də ən vacib məsələlərdən biri ondan ibarətdir ki, insanlar fərqli ego inkişaf mərhələsində olurlarsa, məsələn, bir insan bir fərd olaraq bir ego inkişaf mərhələsindədir, amma onun ətrafı fərqli ego inkişaf mərhələsindədir. Və bir fərd əgər bu ego inkişaf mərhələsində olan mühitə adaptasiya ola bilmirsə, o daha çox asosial olacaq. Çünki onun üçün çətindir bu mühitdə olmaq. Onun üçün çox çətindir həmin insanlarla kommunikasiya qurmaq. Ona görə ki, yox ki, onda bir problem var. Sadəcə dəyər sistemləri üst-üstə düşmür. Yəni həmin insanlar ya ümumiyyətlə Azərbaycanda heç bir yerlərə getmirlər, sosiallaşmaq üçün və yaxud da ölkəni bir dəfəlik tərk edirlər. Çünki onlara artıq bu əziyyət kimi gəlir, bu mühitdə olmaq. Və bunu da onlar daha çox asosial olmaqla göstərirlər. Bu da ola bilər. Yəni burada çox fərqli bir səbəblər ola bilər. Amma mənim özümün müşahidələrimə əsasən mən bunu daha çox görürəm ki, burada dəyər sistemləri əsasən fərqlər özünü göstərir ki, özünü öz dəyər sisteminə çox zidd bir mühit görəndə və yaxud da uyğun olmayan bir mühit görəndə onun artıq motive olmur sosiallığı göstərsin və onu gücləndirmək. Təşəkkür edirəm Sevil xanım, təşəkkür edirəm Finan xanım. Nəzakət xanım, mənə WhatsApp-a yaza bilərsiniz bizim nömrəmizə. Biz sizə anketi göndərəcəyik. Aynura xanım, çox təşəkkür edirəm qoşulduğunuz üçün. Minura xanım, çox sağ olun. Təşəkkür edirəm. Mənim üçün çox xoşdur və bugün bizim sonuncu vebinarımızda təşəkkür edirəm Mira xanım. Bizim sonuncu vebinarımızdır bu proqram çərçivəsində. Hər birinizə mən təşəkkür edirəm. Bu proqramda iştirak etdiyiniz üçün. Ümid edirəm sizin üçün faydalı oldu. Mən maksimum çalışdım ki, bizim təcrübələrimizi və eyni zamanda son yenilikləri hamısını birləşdirib sizin üçün çox unikal bir kontent yaradım. Geri dönüşləriniz üçün, aktiv suallarınız üçün, iştirakınız üçün də mən sizə hər birinizə təşəkkür edirəm. İndidən mən sizi yeni il münasibəti ilə də təbrik edirəm. Hər birinizə 2026-cı ildə ən gözəl anları yaşamağı, bol sağlamlıq, güclü sağlamlıq və ən gözəl insanların yanında olmaq, gözəl anlar yaşamağı sizə arzu edirəm.
Mən çox şanslıyam ki, sizi tanımışam. Mən çox şanslıyam ki, 2025-ci ildə sizinlə bir yerdə vebinarlar keçirmişəm. Mən bilmirəm 2026-cı ildə bu vebinarları mən davam edə biləcəmmi yoxsa yox, amma ən azı mən sizə yenidən öz təşəkkürümü bildirmək istədim ki, bu bir yolun bir parçası oldunuz. Siz də çox böyük bir dəyər qatdınız bu layihələrə, bu proqramlara. Və mən də sizə hər birinizə hər şeylə gözəllər arzu edirəm. Sizə xoş və uğurlu gün arzu edirəm. Bir daha təşəkkür edirəm xoş sözləriniz üçün. Mən bir-bir oxuram çatı. Hər birinizə də ürək dolu qucaqlar göndərirəm və hər birinizə də bu simvolu da böyük məmnuniyyətlə də bölüşürəm. Təşəkkür edirəm sizə hər birinizə. Sağ olun, salamat qalın.